Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 463. bölümün başlıyor. Xeyirli olsun. Bu günlər geçenki cəlsədə bir dana xanımın Mevlud-i Şərif adında kitabını oxuduq ki, zahirən bu adı da ehtimalən özü qoymayıb, amma tüm konu Mevlud'dur, Hazreti Peyğəmbərin doğum günü haqqındadır. Ona adı veriblər, Mevlud-i Şərif deyə. Aylarla bizim bəhsimiz çıxdı ki, əcəba bu xanımın yazdığıdır, yoxsa bir ayrı adam bunu yazıbdır. ChatGPT və Gemini dedi ki, bu ayrı adamın yazısıdır. Bu xanım kopya eləyibdir, yəni üzündən yazıbdır. Amma Copilot dedi ki, yox, bu onun deyil. Copilot'in dəlili buydu ki, bu kəlmələr ki, salam aleyküm, aleyküm salam. Bu kəlmələr ki, bu xanım işlədibdir, o birisi yazarlarda yoxdur. Bu amiyanədir, onlar çox irfani filandır. O birisilər də dedilər ki, bunun məzamini oralarda vardır. Təbii ki, Mevlud Həzrət Peyğəmbərin Mevlududur. Yəni, ondan hər kəs yazsa bəllidir, bir müşəxəs kəlmələr istifadə edəcəkdir. Çünki Həzrət Peyğəmbərdir, Mevluddur, səvabdır, nə bilim, behişdir, cəhənnəmdir, ümmətin birliğidir, nə bilim, gələcəğidir. Bunlar da bu cür bir şeylərlə olacaq. Yəni, bunların üstündə olacaq. Gedib, məsələn, ayrı bir şeylərdən gəlir, Meyraçdır, bu cür bir şeylər olacaq, yəni. Mənim öz nəzərim şəxsən budur ki, bu kitab Mevlud-i Şərif Zeynəb xanımındır və Zeynəb xanım yazıb. Mən də bunun dilinə və şeir quruluşuna, şeirin quruluşuna baxaraq deyirəm ki, bu herfeyi bir şairin deyil, bir təxəssüsü şairin deyil. Çünki Çələbi olsun ya o birisi adam ki, adını gətirdilər, bunların şeirləri herfeyi və dərbaridir. Amma bu xanımın şeiri, məsələn, deyək ki, Təbrizdə, bizim Azərbaycanda mərsiyə otaqları olur. Ki, məsələn, mümkündür ki, Mevludda da yığışalar, ya məsələn, deyək ki, məhəllədə bir cəşn tutsalar, bir şənlik olsa, o şənlikdə çıxıb oxunan kimi bir dildə. Hər halda beləsi görünürdü, ona baxdıq. Amma ikinci kitab ki, dünənləri geçenki cələsədə baxdıq və oxuya bilmədik, yəni vaxtımız olmadı oxuyaq. O da Şeyx Səfi, Tarixnamə Şeyx Səfiyyəddin Ərdəbilidir. Bu kitabın 834 vərəqi var. Hər vərəqin 200 olduğu üçün bu onlar 1678 vərəqli bir səfərli bir kitabla qarşı-qarşıyayıq. Təəssüflə bu kitabın eybi dünənləri göstərdiyimiz kimi, keçənki cəlsədə göstərdiyimiz kimi fotokopi olmaqdır. Diqqət buyursanız bu kitab fotokopidir və biz fotokopunun üzündən görürük. Onun üçün biraz bunda şək var. Nə qədər? Məsələn, burada kitabın üstünə bir metr qoyublar, ölçüblər. Biz bilmirik indi bu haranı ölçür məsələn. Amma bilirik ki, bu Rusiyyədə olubdur və 2001-də bu ehtimalən əks salınıbdır və sorular da PDF olubdur, ya da 2001-də PDF olubdur. Kitabın üstündə bu yazıları görürük, amma oxunmur, PDF olduğu üçün oxunmur. Burada hətta görürük ki, yazının üstünə xət çəkiblər, bunlar oxunmur. Burada bir dairə görürük, bir dənə əlbəttə möhür var, bir dairə var. Dairənin eşiyində bir yazılar var, xətlər var. Biz bunları kamil görə bilmirik fotokopidə. Hamısı qərə düşübdür. Burada bir şey də yazıbdır birinci səfərin üstündə. Əvvəlcə ehtimalən ya ingiliscədir, ya rusca ki deyil. Mən gördüyüm bir oxuya bilmirəm, amma bu ingiliscə mənə gəldi. Bir cünci sürüli belə bir şey yazılacaqdır. Ondan sonra burada aşağıda bir dairə görürük. Bu dairənin içində iqlimlər, Merrixo, Fulanı, Bəhman bunları yazılıbdır və aşağıda bir iddə adamların ehtimalən doğum günləri ya ölüm günləri qeyd olubdur. Amma yenə də bunlar kamil görünmür. Bura məğribdir, bura şimaldır, bura məşriqdir və bura hətmən cünub olacaqdır. Amma
ayrı kəlmə ilə yazılıbdır, yenə də oxunmur. Muhit-i Şimal, bu da olacaq Muhit-el Cunub gərək olsun, amma bilmirəm. Bura Məğrib, bura Məşriq. Niyə bura Muhit deyiblər, bura deməyiblər, onu da bilmirəm. Aşağıda bir şeylər burada yazılıbdır ki, əlbəttə kitabın əsli adamın əlində olsa oxuya bilər. Burada biraz fotokopida oxuması çətindir. Kitab Bismillahirrahmanirrahim ilə başlanır və xətti çox gözəl bir türkcə yazısı var. Bunu deyim ki, ehtimalən bir sətrlıq bunun ərəbcəsi var, qalanı türkcədir. Çox gözəl bir yazı ilə yazılıbdır. Kitabın çürümağını görürük. Yəni ki, diqqət buyursa kitabın eşiklərinə, o ağzına görəcəksiniz ki, təqribən elə bir siçan dişliyi buradan çürüyübdür. Bu qərələr də ki, burada görsəniz, ehtimalən çürüklərin ya su gəlmənin əlamətidir. Bu, indi fotokopi bizə kitabın özünə görə bir fiziki vəziyyətinə görə bir xəbər verə bilmir. Cədvəlləri görürük, çox gözəl yazılıbdır. Bu, ehtimalən bu dairə ki, bu üzdə görürük, o ehtimalən o üzdəki dairənin, yəni birinci səfədə ki, burada gördük, bunun rəngi arxaya çıxıbdır. Məmulən çıxmaz, çıxsa da yazmazlar. Yəni, bu, əgər bu cinsi səhviyyə çıxsaydı, onu çəkəndə yazmazdılar. Mənə gəlir ki, ehtimalən kitaba su gedibdir, su gedəndən sonra o arxadan o cürsə çıxıbdır. Kitabın üstündə biz bunlar xətlər nə xəttidir çəkilibdir, hər səfədə görürük. Elə bir uşaq əlinə, ya böyük əlinə geçib midatla çəkiblər kitabın üstünə. Bunlar bilmirik nədir. Əcəba kitab cırılıbdır, belədir, xətti çəkilibdir. Bunlar bilinmir. Cədvəlləri görürük, çox gözəl cədvəllər. İki cürə bir xətt ilə çəkiblər, mürəbbə olubdur səfə. Bir də bu mürəbbələri çarpı, buna biz çarpı deyirik, farsçada zərbidər deyirlər, bilmirəm niyə zərbi deyiblər. Çarpı, bunu bunun üstünə qoyurlar və beləsi o yazılar özləri təzəşdən mürəbbə düzəldibdir bir-biri ilə. Ələn duran şəkildə əlbəttə deyə bilirik ki, məsələn, lozu düzəldib, amma əslində mürəbbədirlər. Bunu görürük, bir çox səhifələrdə bunlar təkrar olubdur, o yazıları görürük. Onlar nə üçündür, nə deyil, ehtimalən onları mən bilmirəm. Məsələn, mən Əbu İshaq Yezid ibn Abdülməlik Ümmü Haşim binti Haşim, Ümmü Haşim binti Haşim Diraz və Fərbəhü Şeyx, mənə belə bir şey nə oldu? Bu bir nəfərin adı buradan buracan oldu. Əbul Abbas ibn Hişam ibn Abdülməlik Qəblini binti Asim Sefid və Dirazbala Amentu billahi muxlisən. Məsələn, bu sətri, məsələn, bu başdan o başa ehtimalən bir adamın adı Əbul Xalid Ömər ibn Abdülməlik Viladəti binti Abbas Əl-İzzətü lillah Ziyad ibn Müslim, bu ayrıdır. Yəni, buradan Əl-İzzətü lillahdan sonra ehtimalən bu Əl-İzzətü lillah ayrı adamın adıdır, başlayır, beləsi gedir və ehtimalən bunun o birisi tərəfdə, məsələn, buradan beləsi oxusaq, Əbu Vəlid ibn Vəlid Ümmü Vələd Xurasaniyyə Sorğ Sefid. Bu da bunun Sorğ Sefid də türklərə deyilir da, yəni o işlənibdir. Görürsünüz ki, məsələn, ehtimalən bu adları beləsi bir-biri ilə zərbidər eləyiblər. Əcəba burada bu zərbidərlər bir-birinə yetişəndə bir ayrı ailə ilə bağlanır ya yox, onları kəşf eləmək özü bir işdir. Məsələn, burada yenə görürük, yazılıbdır aynı, amma bu səfər zərbidər deyil. Bu səfər mövcudur. Elə bir ki, suyun üstündə mövcundan hərəkət edir. Beləsi bir yazılar görürük. Mən bunun hər halda o şeylərdən ehtimalən baş tapmayacağam. Əbulfəz Sultan Şah ibn Ərslan Əlaiddin Valid ibn İsmət ibn beləsi 22 sal. Ömründə ehtimalən burada 22 salın yazıb məsələn. Əbulmüzəffər Muhammed ibn bin Muhammed Qiyasüddin və Qiyasüddünya və din ehtimalən beləsi bir şey olacaqdır. Bunlar da görürük ki, hərəsi bir adamı 6 sal, nə mənə, bunlar
hərəsinin də ehtimalən bunların padişahlığının şeyini yazıblar. Yəni çox gözəl bir bəziyyətlə bunları bəzəyiblər. Burada səhifə çox gözəl oxunmalı bir yerə gəldik, yetişdik. Yəni o qərəliklər ki, əvvəldə var idi filan, onlar bu səhifədə görsənmir. Səhifəni bir zərərdə kiçik saxlasa elə bu yerə yetişər. Burada yenə dairəni görürük, amma o birisi dairə kimi bunu rəhləməyiblər. Əlbəttə o dairə də bilmirik neçə rəhdir, çünki fəqət fotokopda bir rəh görsənir. Qərə, qalan hər şey ağdır, yəni səhifədə. Əlbəttə burada indi bir yazılar görsənir, ehtimalən siliblər ya arxa yazılar da düşüb bura. Onu təşxis verməyi biraz zor olacaq, nevişdi şu. Ehtimalən bu arxa yazı, dediyim ki, kitabın rəngi çıxıb bu üzə ola bilər. Çünki mən indi burada baxanda görürəm ki, məsələn, bəzi şeylər orada ola bilir, bəli. Burada möhürləri görürük, 2 möhür görməcə bu möhürləri oxuya bilərik. Və eyni halda burada əlifba. Bir əlifba görürük ki, ona İranda mixi əlifba deyirlər. Bu əlifbanı birinci dəfə mən bu kitabda görürəm və bu əlifba ilə ehtimalən mixi əlifbanı oxumaq üçün bu var burada. Bu kitab ha zaman yazılıbdır, neçə yüz il bundan qabaq yazılıbdır. Qətən bu Səfəvi dövrəsində yazılıbdır. Amma Səfəvi dövrəsinin ha zamanında, hangi zamanda yazılıbdır, onu bilmirik. Hətta adı da ehtimalən, çünki biz cildini də görə bilmirik, yox kitabın adı nədir, şeydir. Burada eyni halda bu birisi səhifədə bir ayrı vəziyyət görürük ki, burada da bir ayrı şəkildə yazılıbdır. Amma 2 möhür görürük, görürük bu möhürləri əgər oxuya bilsək, bu bizə biraz kitabın bəlkə şeyində bizə el-mütevekkili billah, el-mütevekkili alallah, el-meliki, el-menni, el-gayigi, Bahadur Xan İbn Əhməd. Burada əlbəttə bir şey də yazılıb, oxuyaq Sultan Şah. Əcəba bu üstdən aşağı oxuyacaq, aşağıdan üstdən oxuyacaq. Məncə onu bilə bilmirəm. Əlbəttə bir dənə mi var burada. Oxunur. Onun üçün 2 dənə də R var. Çox şey oldu, qatışdı bir-birinə. Yox, oxuya bilmədim. Bu birisi ki, əslən oxunmur, amma fikrim həmən möhürdür. Mənə gələn yazılarına diqqət edəndə nəzərimə gəlir ki, həman olacaqdır. Əlbəttə, bunu oxumaq olar, çox da çətin olmaz, amma ehtimalən bu Əl-Qazi, burada şey vardı, Bahadur Xan, Bahadur Əhməd Xan da ola bilər. Hər halda bir dənə belə möhürdür. Bahadur sözü göstərir ki, bu Hindistandadır. Bugünkü Hindistan, Pakistan, Əfqanistan. Yəni, bir ayrı dilindən desək, Teymuri Türklər İmparatorluğundadır. Bunu beləsi görürük, davam edirik. Kitab, indi burada yetişmişik kitabın PDF-də 24-cü səhifədir, yox, əslində kitabın PDF-də 12 göstərir, amma kitabın özündə 24-cü səhifədə kitab tazaşdan burada Bismillahirrahmanirrahim ilə başlayır. Əlbəttə burada da yazıb ki, Farsi burada bir şey. Haza kitab, adıdır burada. Haza kitab tarixnamə az güftar şəkərbar Əbu Əli Muhammed ibn Muhammed ən sahimi ya nahimiğə ki او فارسی ساخته و بالله فارسی ساخته و جمع کننده تاریخ ابو جعفر ابن محمد ابن جریر ابن یزید تبری رحمت الله علیه و رحمته burada tarix də qoyubdu. Ət-Tövfiqu billah beləsi olacaqdı. Bir tarix qoyub burada. Əcəba bunu yekəsək görə bilərik. Nə yazıbdı? Burada bir tarix qoyublar, amma oxunmur. Ehtimalən bu kitab
Buradan türkçədir. Ehtimalən üçün hələ baxmamışam. Burada bizə bir izafi məlumat verdi. Bu 22 səhifədə müqəddəmə olacaq ehtimalən. Buradan kitab başlayır. Kitabın da başı üstünə 1-2-ni qoyublar burada. Görürük. Bunlar sonra qoyulubdur. Bəli, sonra qoyulubdur. Çünki aşağıda yazı qoyub ki, o birisi səhifə nə ilə başlayacaq. Burada kitabın adını yazıbdır. Mən onu burada yazım. O çox mühümdür. Ad Haza kitab-ı tarixnamə az güftari şəkərbari. Yəni tarixnamə. Ad tarixnamə mənbə. Mənbə-i tarix deyək ki, haradır? Mənbə-i tarix az güftari şəkərbari Əbu Ali ibn Əbu Ali Məhəmməd ibn Məhəmməd ət-Tahimi. Pəs olacaqdır. Mənbə güftari şəkərbari Əbu Ali Məhəmməd ibn Məhəmməd ət-Tahimi. Məhəmməd ət-Tahimi. Üzr istəyirəm, qələt oxumuşam. Ya da Nahimi. Mən Tahimi yazıram, amma ola bilər Nahimi oxunsun. Çünki fotokopudur, orada rəhlər görübdür. İndi burada diqqət buyursanız, bir dana bir şey görürük, Cığatayca. Ərəbcə yazıb, amma baxın ərəbcəni Cığatayca yazıbdır. Yəni diqqət buyurun. Deyir ki, Haza kitab-ı tarixnamə az güftari şəkərbari Əbu Ali Məhəmməd ibn Məhəmməd ət-Tahimi ya Nahimi غ ki o Farsi saxته. O Farsi düzəldib bu kitabı. Və cəm کننده tarix. Cəm کننده tarix kimdir? Bu da bir ayrı sözdür, önemlidir. Əbu Cəfər ibn Əbu Cəfər ibn Muhammed ibn Cəriri. O, bu çox məşhur adam. Əbu Cəfər ibn Muhammed ibn Cərir ibn Yazid Əl-Təbəri. Ehtimalən bu Təbəri o məşhur Təbəri olacaqdır. Onun ola bilər. Amma burada 3 nəslin adını gətirir. Əbu Cəfər ibn Muhammed, Əbu Cəfər ki Məhəmmədin oğludur, Məhəmməd Cərir ibn Yazidin oğludur. Ət-Təbəri. O 2 nəsl oldu. Əbu Cəfər Məhəmmədin oğludur. Məhəmməd 3 nəsl olur, bəli. Cərir ibn Yazid Təbəri. Bunlar əlbəttə indi axtarırıq, görürük ki, bu adamlar kimdirlər? Burada bir təəssüflə bir tarix deyirəm və yazıblar, amma mən oxuya bilmirəm. Bismillahirrahmanirrahim ilə başlayıbdır. Ehtimalən bunu oxuyarıq. Məncə gəldi ki, gəlində bura türkcədir. Mənə türkcə gəldi, amma baxarıq, görürük ki, nədir? Kitab 1678 səfərlik bir kitabdır. Bunu da yazdım ki, səfhə sayı 834 vərəq. 834 vərəq, yəni 1668 üzrəm. 68. Mən beləsi birdən görüm bunu savadımızın əşalığına görə 834'ü çarpsaq 2'yə 1668 düzdür. Bu kitabın səfhəsidir. Tamam.
İndi ona görə oxumayacaq, bunu tamam səhifələrinə də baxa bilməyəcək. Fotokopidir, bizə çox məlumat verməyəcək. Amma yenə də burada baxaq görürsünüz bu səhifədə kitabın görürük ki, rəh dağılıbdır. Əcəba əmdən dağılıbdır, bir kəlmələrin üstünü örtmək üçün dağılıbdır, yoxsa məsələn su gəlibdir ya təsadüfi bir şeydir, orası sonra təsmin tutmaq olar. Ya cırıq da o cürsü düşübdür, yenə də cırıqçı deyirlər. Bəzi kəlmələrin başı üstə qırmızı xətti çəkiblər, ehtimalən qırmızı, bilmirik. Ərəbcə yazıların deyək, bəzi ərəbcə yazıların, yəni cümlə ola, ya kəlmə ola, ya ad ola, onların başı üstə xətt çəkilib. Qıraqda yazılar görürük, aynı xətt ilə yazılıbdır. Bu da onu demək olar ki, bu kitabı yazan və ehtimalən qıraqda yazan da eyni xəttindən ola bilər. Burada da onu görürük. Amma xətt çox gözəldir. Çox əla bir xətti var və sətirlər bir-birindən aralıdır, amma kəlmələr bir-birinə çox yaxındır. Yəni, bəlkə bir-birinin üstündə yazılmayıbdır, amma bir-birinə çox yapışıqdılar. Bəli, məncə rahat oxumaq olar, amma kitabın əsli olsaydı daha məzəli olardı. Kitabın yazılarının dövrəsinə bir çarçivə çiziblər, ehtimalən bir ayrı rəhdidir, amma biz fotokopuda bunu gərək görürük. Bəzən nəzərimə belə gəlir ki, bəzən deyirəm, buna görə ki, kitabı oxumadıq. Kitabın mümkündür bir yerində, məsələn, burada əlan səhifəyə baxırıq, PDF-də 31-ci səhifədə yox, yəni 61 və 62-də yox. Bu 61-62-ci səhifəyə baxanda görürük ki, bir dana qıraq yazı var, onu bir dövrəsinə çarçivə çəkiblər, bağlayıblər bu birisi çarçivəyə. Bu bunu deməkdir ki, mən burada bir xətt də görürəm ki, elə bu iki dananı yapışdırıblar bir-birinə. Ehtimalən burada, məsələn, nəminədir bu, bar, alarğa kim, orada bir şey yaddan çıxıbdır. Sonra onu islah, yəni editor baxanda, o adam ki, daha çox təxəssüslüdür, üstü ya orada məsuldur, bunları kontrol edəcək, düz yazıblar, qələt yazıblar, o hoppulublar, hoppulmayıblar, o mütəvəccüh olub ki, buranı hoppulublar. Tazaşdan dəstur veribdir, oranı ki, hoppulublar, yazıblar, qıraqda, haşiyə eləyiblər buna. Amma o adamlar ki, oxuyublar, öz nəzərlərini yazıblar, haşiədə onları çarçivəyə salmırlar. Bu da onu bizə göstərir. Yenə burada bir qərələr görürük, yazıblar, yenə burada bir yazı görürük ki, ehtimalən ayədir, bu ayə yaddan çıxıbdır, gətiriblər, bunu əlavə eləyiblər. Burada kitabın qırağında və çarçivəyə salıblar. Kitab bizə çox məlumat vermədiyi üçün fəqət biraz sürətlə, burada qıraqda bir böyük yazını görürük, qıraq yazı görürük, əcəba bu özdə çarçivəyə sarılıbdır, əcəba kitabın içindən hoppulublar, sonra yazıblar, bəli, kitabın içindən hoppulublar, yazıblar, çünki xətsin deyirlər, nöqtələrlə bir kəlmədən gətirib eşiyə, eşikdə onu yazıbdır, onu görürük, bu böyüklükdə bir hoppulma olubdur, bəlkə 4-5 sətirlik bir hoppulmanı burada görürük ki, yazıblar. Burada da kitabın qırağında çox bir şeylər yazıblar, bu ayrı adam, ayrı xətt ilə yazıbdır, bəllidir. Yenə burada hoppulma var imiş, daha bunlardan geçirəm, kitabın əsli əlimizdə olsaydı çox yaxşı olardı. Əcəba bunu indi, mən bunu axtarıram, görüm, əcəba bunun əsli, yəni bir şey tapa bilirik ki, rəngi ola. Eləyə bilək ki, bunun rəngi PDF-in görək, o bizə çox məlumat verər. Eyni halda dostlar, indi burada üstə gətiriblər, kitaba vərəqdan vərəqə nömrə qoyublar. Əvvəldə belə deyildi. İndi burada vərəqdan vərəqə nömrə qoyublar və biz görürük ki, PDF-də 141-dir, yox, burada 120-dən. Niyə belədir, onu bilmirəm. İndi bu 120-dir ya 130-dir, 130 olacaqdır. Bəli, 130-dur. Dəndələri görsəndə 140-a gəldik. Burada indi PDF-də 150-dir, yox, burada 140-dir. Bu ola bilməz. Çünki kitabın əvvəli də var idi. Bu ikinci Bismillahdan bu üzəni vərəq qoymuşlar, amma məncə yanlış vərəq qoyublar. Burada da diqqət buyurun, gəldik PDF-də 158 kitabın özündə bu nömrə qoyublar, qələtdir, amma yenə də. 149-cu səhifədə, kitab 148-149-cu səhifədə görürük, kitabın yarısı üstdən 2 sətir var. Yəni 3-cü sətirdə ya 3-cü sətrin özünün ortasından ki, oxunmur bir səfədə. Bu sağ səfədə 3-cü sətrin ortasından, bu birisi də 3-cü sətrin altından
əşğanı cırıblar, götürüblər. Biz bilmirik. Ya da ki üstünə kağız qoyublar. Yəni sansur. Çünki əgər bu 150 düz olsa, indi bu deməkdir ki, bu səfənin arxası, yəni 140 burada necə qoymuşdu? Bu 149 ki, birinci vəraqdır. Bunun bu yüzünü deyək ki, sansur ediblər. Bu yüzü biz burada görürük indi. Bu o deməkdir ki, kitabın cırılmayıbdır. Sansur olubdur. Yəni üstünə bir kağız qoyublar və bunun əksini, bəli, kağız qoyublar və bunun əksini şeyə çalıblar. Rusların da bu kitablarda əl apıla bilərlər. Bunu dedik dünənlərdə buna, keçən cəlsədə işarə elədik ki, əl yazma kitablar da düzdür ki, çox əl aparmaq olmaz. Bunu əvvəldən demişik ki, biz istəyək tariximizi öyrəşək. Ən mötəbər tarixlər, yazılar, əl yazma yazılarda 250 ildən qabaq olar. Çünki 250 ildə İngilislər və Ruslar başlayıblar bizə tarix yazmağa. Və əl yazmalarda, indiki bu 250 ildə yazmalar ki vardı, bunlarda ola bilər ki, ya biz bizə yazdıqlarını oxuyacağıq, ya da bizim adamlarımız onları oxuyublar, onların təsirində, onların ətkisində təzə kitablar yazıblar. Onun üçün mən dedim ki, 250 ildən qədimi kitablar oxuyaq, ta özümüzü tanıyaq. Əl yazıları oxuyaq, deyək ki, düşmən hələ fürsət eləməyib bunlarda əl aparsın. Amma ola bilər ki, bəzi önəmli kitablarda əl aparsınlar, sansur eləsinlər. Bunu biz burada əlan qıraqda burada görsətdik bu səfədə ki, rəsmən sansur olubdur. Haradaydı qaldı burada? Burada. Görürük ki, bu əslin rəsmən sansur olubdur, üstü örtülübdür. Çünki kitabın əvvəldən 2-3 səfəsi var, sonrası yoxdur. Və sonrası bu 49-dur, bu 50 olacaq da. Bu 50-ci səfəni burada görürük, arxasını görürük. Bunu görürsə səfə cırılmayıbdır. Səfənin üstünə kağız qoyublar və aradan aparıblar. Əlbəttə mən istəyirdim görüm ki, bunun kəlmə o birisində vardı ya yoxdur. Biz bu səfələr də ki, düzdür ya yoxdur. Bu da səfənin aşağısında yazı ilə baxacağıq. Çünki bu üstündəki nömrələri soralar qoyublar. Və hətta bu nömrəni qoyanlar da ərəb və türk savadı yox imiş. Onun üçün də ədədləri düz yaza bilmirmişlər. Ola bilər ki, bir Rus adam bu işi görübdür. Biraz hızlı. Gene baxın, burada gəlib 170-ci səhifədə də gene aynı sansurla qarşılaşdıq. Və burada da elə də bir iş görüblər ki, bu səfələrdə. Bu vərağın sonunda yazır ki, o birisi vəraqda nə gələcəkdir, biz onu da təşxis verə bilmirik. Görək ki, bu səfənin arasından kitab cırıblar ya yox. Səfələr cırıblar ya yox. Arxasına baxırıq, arxası deyirlər, bunlar nömrələrinə görə, qoyduqları nömrəyə görə buradan şey olubdur, yəni səfə düzdür. Səfəsi görürük ki, arxası düzdür. Buradan 2 yerdə görürük kitabın kamil demək olar ki, 4 səfədə. Buradan 4 səfə ən azından ağ qoyublar qalıbdır və üstün örtüblər. Hardan bildik üstünü örtüblər? Çünki sətirlər yarımçılıqdır. Əgər sətirlər yarımçıq olmasaydı, deyərdik ki, ya özləri boş qoyublar, bir də hər iki səfəni niyə boş qoyublar? Bu da bir sual ola bilərdi ki, yazar niyə hər iki səfənin əvvəlində məsələn 2 sətr ya 3 sətr yazıbdır, qalanın üstünü örtüb, məsələn yarımçılıq qoyub sonra yazsın. Amma ən önəmlisi budur ki, sansura mübtəla olubdur, Rusların sansurudur. Kitabı mən sürətlə vəraqlıram. Yaxçı da oldu, vəraqladıq, istəmirdim vəraqlayım, görürük ki, burada şey olubdur. Burada bir qıraqda bir böyük, ayrı xəttindən çox böyük bir şey yazıblar. Ol hədis. Bir dənə hədisi burada mərif ilə, amma çox böyük, yoğun xətt ilə və gözəl xətt ilə yazmışdılar eşikdə. Burada görürük ki, cövhər dağılıbdır. Ehtimalən bu silmaq istirmişlər, bir şeylə siliblər cövhəri. Əlbəttə, bu da bir şey ola bilər. Yəni, mən məsələn istəyirəm bir kitabı xərablayam, bir var ki, onu şey eləyəm, bir də var ki, ora cövhər tökəm, sonra o cövhəri siləm. O cövhəri siləndə onun altı da oxunmaz heç vaxt. Onu da orada görə bilirik. Əlbəttə, mənim indi zehnimə gəlir. Zehnimə gəlir ki, bəzən o kəlmələri arxada görmək olar. Əgər bir dəstgahın azadından baxsa, çünki bu kağızda ki, yazırıq qələmin ucu ehtimalən o birisi tərəfdə
Acaba ney qələmində ucu görsənərdi? Yox, çünki biz indi midatla yazırıq ya şeylə yazırıq. Ney qələmin ucu gəlməzdi. Ona çox fişar vermirlər. Amma indiki biz xudkarla, qələmlə ya midatla yazırıq. Bunlarda bunun əksi arxada qala bilər və o birisi səhviyyədə düşə bilər. O da bir şeydir ki, mənim indi zehnimə gəldi. Bəzi təhqiqləri də o cürsə onların üstündə eləmək olar. Çox gözəl bir xəttdir, əvvəldən axıra belə görsənir və nəzərimə gəlir ki, əgər bu Səfəvi dövründə, yenə burada bir Bismillahirrahmanirrahim ilə bir şey başlayıbdır. Bu nə deməkdir? Niyə kitabın ortasında təzəşdən üçüncü dəfə Bismillah? İkincisi bildik ki, əvvəl müqəddəmə ola bilər, ikincisi kitab başlar, üçüncüsü bu nədir? Ola bilər bir məktub olsun. Amma bu məktubun gərək bir sonu ola. Burada da Ömər Əl-Faruq Rəziyullah Ənhü. Osmanlıda, Səfəvidə bu Ömər Əl-Faruq Rəziyullah Ənhü yazmazlar. Bu kitab elə Bəhadur xan ki dedik, yəni ya Teymurilər dövründə ya da Hindistanda bir ayrı şeylər var ki, geçən dəfə bir Pakistandan bir kitab oxuduq ki, bugünkü Pakistan və Hindistandadır yer. Onu oxuduq ki, orada yenə türklər hakim imişlər və yazırmışlar. Yəni orada bir mərkəzdir. Yaxşı, orada bir türk ədəbiyyat mərkəzidir. Burada da Həzrət Risalət Pənah əleyhissalatullah İslamının aşkara qılğanı. Bu da Cığatay türkçəsində yazıldığını istirdim onu. Deyim ki, zahirən kitab o cürsü yazıbdır. Burada müsəlmanlar Həbəşəyə barmağı nəminə xəbəri. Əmirəl-Möminin Ərəbbişəsinin şiri mübarizlik meydanının piri rəsuli səgələyin və xacı xafigeynin əmmi Seyyid-i Şəhəda İmam Həmzə Rəziyullah Ənhünün İslaminin zikri. Burada da Həzrət Həmzənin müsəlman olduğunu istirdi ki, isbat eləsin. Burada indi bir yerə gəlmişik, bura çox əcibdir. 347-ci səhifədə yox, ya 46-cı səhifədə yox, 47-dir. PDF-də 356-cı səhifədə yox. Səhifənin sol səhifəsi aşağıda 1, 2, 3, 4, 5, 6, 7 sətir. 7 sətir yazılıbdır, üstün qərəliyiblər ki, oxunmasın. Yəni qələtdir. Davamı da var. Yəni bu birisi səhifədən də, yəni onun arxası vəraqın arxasında da 1, 2, 3, 4, 5 sətir də burada qərəliyiblər ki, yəni qələtdir. Əcəba bunu yazarlar eləyiblər, yoxsa sonra bir adamlar bunu eləyiblər, bilmirik. Amma qıraq yazını burada görürük ki, bir ayrı xəttinə burada qıraq yazı yazılıbdır. Yəni bu qıraq yazı ehtimalən əgər bu içərinin olsa, bunu ayrı adam yazıbdır. Yəni onu siliblər, bunu yazıblar. Bu da bunu görsədir ki, əl aparıblar kitaba. Amma yox, əgər bu qıraq yazı çarçivənin də içində olmadığı üçün qıraq yazı olsa, sadəcə bunu tozih verər ki, burada qərəni niyə siliblər. Ona bir baxmaq lazımdır. Bu da ikinci bir şeydir ki, bu kitabda qarşılaşdıq. Çox önəmlidir. Kitabşünaslıqda önəmlidir. Burada Əhya Qəzasinin zikrida, Xosran Qəzasi. Bunlar hərəsi bir savaşdır. Həzrət Peyğəmbərin savaşlarından bir şey deyirlər. Nədən buna deyiblər ki, tarixnamə Şeyx Səfi? Bilmirəm, çünki bu tarixnamə gördüyümüz kimi Həzrəti Ömərdən başlayır, yəni Həzrəti Məhəmməddən başlayıb qətən Həzrəti Ömər o bəqiyyə bunları görüşür, savaşları gəlir. Qiqaq Qəraibi, bu da başlıqdır. Ehtimalən bəzi başlıqları eşikdə yazıblar böyük xəttinə. Əfk qissəsi, öfk
Üfüç qissəsi. Üfüç nə deməkdir? Onun qissəsi nədir? Burada da gördük ki, yenə başlıqları eşikdə yazırlar. Yəni indi başlıq qoyur, ayrı xəttilə ayrı adam yazıb. Bunu deməliyəm. Məsələn, burada yazıb ki, Sülh-i və Hüdeybiyyənin zikri. Sülh-i Hüdeybiyyə və onun zikri. Yenə görürük ki, burada İslam tarixidir ta, yəni İslam deməyək, müsəlmanlıqların tarixidir. Bizə çox gözəl şeylər verər ki, məsələn, Həzrəti Muhammedlə, Həzrəti Ömərlə, Həzrəti Əbubəkirlə, Həzrəti Osmanla, Həzrəti Əli ilə bunların bir-birinin İslamlıqlarının fərqini görərik. Müsəlmanlıqlarının fərqini. Vallahu bissavab, burada kitab zahirən qurtarır. Fehristül lüğə deyə bir şey burada olubdur. Bu nədir? Əvvəl olmağın alading xəbəri kim Peyğəmbər əleyhissalam özü bardi yekəmi niyyəti irdi kim özü barıb hərb qıladı. Vallahu a'ləmü bissavab. Cəlibdir, qədim istirdi deyək ki, mən bəlkə düz demirəm, bəlkə yanlışım vardı, bu qədər alimlər, böyük alimlər, a'ləmü bissavab deyirlər, ya Allahu a'ləmü bissavab. Allah düzün bilir. Biz fəqət nəql edirik. Diqqət buyurun, qədimkilər çox gözəl yazırdılar. Əlbəttə, buradan sonra Fehristül lüğə yazıbdır. Bu nə deməkdir? Burada bir neçə dənə lüğət məsələn yazıbdır. Ehtimalən savaşlardır. Ehtimalən Həzrət Peyğəmbərin qəzvələridir. Mən burada adlarını görürəm. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 bir tərəfdən. 1, 2, 3, 4. 4 bu tərəfdən. Bu 48 olar. 49, 50, 51. 52 dənə burada savaşın adı görmək olur. Fəth Məkkə, Xeybər, Hüneyn, Qarantə, Qəzv-i Uhud, Qəzv-ül... Yəni, burada Həzrət Peyğəmbərin savaşlarıdır. Adlarını burada yazıblar. Bəlkə 48-nin adı var. Bunlar təkrar olub. Nəzərimə gəlir ki, məsələn, burada Fəth Məkkə burada da var, burada da var. Hüneyni görə bilmirəm. Ola bilər ki, amma Öhüdü gördüm üstə. Məsələn, Öhüd burada var. Haradaydı? Bu aralarda biri də Öhüdü içəridə gördüm. Aha, bu xa. Burada Öhüd var. Burada da eşitdə var. Qarantə. Qurnətə. Ehtimalən Qurnətə də içəridə olacaqdır, olmasa da eşitdə. Hər halda o Fehristül lüğə dediği, yəni savaşların, Həzrət Peyğəmbərin qəzvələrinin siyahəsi, fehristidir. Kitabı biraz sürətlə vururam ki, burada ehtimalən ağ səhvə getsə, biraz tez gedəndə ağ görsədir. Ona görə ki, ağ görsətməsin və şey olsun. Hala davam edirəm. Çox gözəl əl yazması var. Bəzi yerlərdə mürəkkəb dağılıbdır, ya su dağılıbdır. Məsələn, burada Tazaşdan bir mürəkkəb tökülüb bunun üstünə, ya nə bilim su tökülübdür, beləsi bir şey olubdur. İki səfəsinə geçibdir. Burada da mürəkkəb tökülüb 2-3 səfiyə. Burada Tazaşdan yenə aynı məsələ. Kitab çox gözəldir. Bunun əslini tapa bilsəm, mən əslin hətmən axtarıram inşallah. Əlbəttə, kitabın adı kamil bəlli deyil. Onun üçün bu kitabın adını biz axtarıb tapmalıyıq. Görək ki, bu kitab nədir? Burada yarımçılıq. Bu 3-cü yerdir. Yəni 6-cı səfhədə ki, yenə görürük ki, nə ediblər? Sansur ediblər. PDF-də 576-dır. Cəlibdir ki, kağızın özündə 567-dir. Yenə burada 2 səhifədə görürük ki, birində 2-ci sətirdən, birində 2-ci sətir, yəni birində bir sətir var, 2-ci sətirin üstü örtülübdür. 2-ci səhifədə, sol səhifədə 2 sətir var və üstünü örtülübdür. Bu da onu deyir ki, bu kitabda sansur olubdur. Arxası yenə də var, yəni cırılmayıb ki, deyəm, cırılıbdır. Çox əla bir yazı. Qələm biraz değişdi, biraz yoğun yazdılar. Buradan biraz nazik idi.
Buradan bizə başladı yoğun yazmağa, kəlmələr biraz yoğunlaşdılar. Ya da mən elə görürəm. Mənim nəzərimə kəlmələr yoğunlaşdılar. Qələmin ucu dəyişdi. Biraz qalin, amma əl yazma hamandır. Yəni ola bilər ki, həman adam əl yazır. Burada bir nəzərimə gəldi, xəttdə biraz dəyişdi. Yox, dəyişmədi, həmandır. Burada su tökülüb kitabın üstünə bəllidir. Su tökülübdür, əmdi deyilmiş. Ehtimalən yağış keçibdir ya su tökülüb livandan filandan. Qıraqda kitabın görürük. Yəni suyun əlamətini gör, kitaba su gəlibdir. Amma burada səfədə bəzi səfələrdə kamil görsəm ki, su gəlib ortalara. Burada indi bu səhifədə 620 kağızda və 630 PDF-də görürük ki, bir dənə ağ kağız qoyublar kitabın ortasına, götürməyiblər, elə əksi o cür salıblar və kitabın bir çox neçə sətrinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 11, hətta 12. 12 sətrin yazısı ortada 2 santimetr yarım enində kollən qoyulmur, oxunsun. Bu da demək olar ki, orada bəlkə bir önəmli bir söz var, istəyiblər onun üstünü örtələr. Cəlibdir ki, o ittifaq 2 səfədə düşübdür. Baxın, həm 620 ya 5'dir ya bəlli deyil, bu ikidə eyni bir yazılıbdır. Aha, ola bilər ki, bu aynı səhv olsun. Bir dəqiqə. Qüvvəti və həcciqə. Gedək bu bir səhvə. Bəli, aynı səhvə təkrar olubdur. Yəni burada 620 yazıblar. Tazaşdan 620'ni burada qoyublar, o kağız var. Burada kağız yoxdur, orada kağız var. Bu kağızın üstündə nə yazılmışmış o düşmübdür. İndi burada o sansur məsələsini düzəldək ki, burada sansur deyilmiş. Çünki burada kitabın ortasında, məsələn, indi burada 4-cü sətri baxıram, alarni pərakəndə qılıb irdi. Burada da alarni pərakəndə qılıb irdi, bəli. Bu səhvəni təkrar eləyibdir. Yəni bu səhvədən biz bunu deməliyik ki, Tazaşdan yenə də aynı səhvəni qoyubdur. Tazaşdan aynı. Yəni bu səhvədən 620 deyək. 620-ci səhvədən 3 dənə var. 619, 620, 620, 620. 3 dəfə bundan əks qoyubdur. Hətta 4 dəfə. 4 dəfə. Bu 1, bu 2, bu 3 oxunur. Yox, düzdür. Bir dəfə də baxın. 619, 1, 2, 3, 4. 4 dəfə 620'ni kitabda qoyublar. Yəni 8 səfə kitabın boyuna uzaldıblar. Təkrar səfə. Bunu yazaq ki, qırmızı rənglə də yazaq. Kitabda 620-ci səfhəni 4 kərə təkrarla qoyublar. Biri qabili qəbuldur, amma 3 dənə izafədir. Sonra 621'ə keçir və davam edir. Onu da orada təşxis verə bildik. Diqqət eləməmişdim buracan. Bəlkə bir çox yerdə bu səhvə təkrar ola bilər. Amma diqqət eləmədiyimiz üçün ola bilər ki, biz bunları gözdən qaçırtmışıq. Burada fəqət o sansur məsələsi üçün biz ona diqqət elədik. Bu da bir məsələdir ki, kitablarda Yazid ibn Məhləbnin Əzlinin zikri Xorasandin. Bir nəfər belə bir adda Xorasandaymış. Onun da bu kitabın araşdırma məsələsi çox önəmlidir. Əvvələn biraz müsəlmanlıq tarixini yazıbdır. İslam tarixini demirəm. Müsəlmanların tarixindən yazıbdır. Bunun harasında yetişəcəkdir Şeyx Səfiyyə, onu mən hala görmək istəyirəm. Yəni nəzərimə gəlir ki, burada yenə əlyazı burada dəyişdi. Əlyazı burada mən qeytərdim arxidallıq.
Burada əlyazı biraz değişdi. Bu iki səfəni də hətta bir-birinə tutsaq, ehtimalən əl yazı yazanı deyil, amma qələm değişdi. Daha yekə yazır, daha aydın yazır. Bəli, çox aydınlaşdı. Sətirlər, əlbəttə, o da bais oldu ki, sətirlər bir-birinə yaxınlaşdılar. Təzaşdan sətirlər kiçildi. Yenə də yekəldi. Burada da ruhiyyələr qatışır. Hərdən yekə, hərdən kiçik. Cərah ibn Abdullah ibn Xəbəri Xəzəz əhli bilan bəs cərrah nadi belə bir şey deyə baxıb oxumaqsaq onu bilməyəcək. Deyim ki, çarçıvə də əyri görsənir, illətlidir, kitabın səhifələri çoxdur, səhifələr kamil açılmır ki, görsənsin. Onun üçün əks halında bu qarın verir deyərik bu istilahən. Yəni o biraz əyri görsənir. Hətta diqqət edərsiniz, burada bir dənə səhifə görürük. Diqqət buyurun, 756-cı səhifəyə gəldik. 755, 756. İndi bu 754-cü səhifənin bu vərağın bu üzü görsənir. Vərağın bu əvvəl üzü görsənir. İkinci üzünə gedirik. Əvvəl görürük ki, bu yazı düzdür. Bunun əvvəli ayətlə təqribən düzdür. Amma indi bunun arxasına gedirik, arxası ağdır. Bu arxası ağdır, yəni bunu kağız qoyublar üstünə. Çünki bunun dövrəsində ən azından bir şey, buna bir xət düşəcəkdir. Baxın, bu kitabın ləbəsi deyirlər farsçada, ağzı, kağızın ağzı. Bu kağızın ağzı ki var, biz vərəqlırıq, açırıq oradan, oranın rəddi düşür. Burada onun rəddi düşmür, çünki fəqət böyük bir ağ kağız qoyublar, əksini salıblar. Bu sansur deyil, yəni beləsi deyək, 754-cü səhifə. Düzdür, 755, nədir? Burada ittifaq düşübdür. Bir dənə gedim müdalıya. 755, 754, 755, 756, tamam, bura 756'dır. 757 ve 758 olacaktı. Burada 7'ni koyubdu. Yani bu səfərinin arxası yoxdur, o birisi gəlibdi. Diqqət buyurun, dedik ki, bu 755, 756, düzdür. Bu səfər 757 olacaqdır. O 756-cı səfərin arxası tərəfi ki, ikinci səfəsidir, vərağın ikinci səfəsidir, o yoxdur. Bu da mənə kamil görsədir ki, bu sansurdur. Rəsmən bir böyük kağız qoyublar və o kağız bizim ehtimalən həmsəyələr ağac doğruldular, nə oldu? Qışa hazırlaşır bu bölgə yavaş-yavaş. Ağaçlar ki, biraz çox qocadılar, ya sınma ehtimali var, onları kəsirlər. Səsi gəlir bura. Hər halda burada fikir edirəm ki, 6-cı ya 7-ci səhifə oldu ki, gördük şey olubdur. Əbu'l-Abbas Əs-Səffah xilafətinin xəbəri Abdullah ibn Ali ibn Abdullah Abbas və Küfədə ol gün. Beləsi bir şeydir, gördüyünüz kimi İslamın əvvəlləridir. Əslində bu Səfəvi ilə, Şeyx Səfi ilə bir ilgisi yoxdur. Baxarıq. Məhdinin xəlqinin xəbəri İsa ibn Musa əhdidin. Məhdi Öməvi Əbbasi xəlifələrindən olmalıdır. Mən əgər səhv eləmirsəm, bəlkə də Məhdi Öməvi xəlifəsidir ki, onu xəlq elirlər. Yaqub ibn Davud el-Əminin xəbəri və ol vaxt kim? Bu da gəldi, ehtimal verirəm ki, bunlar gəlib yetişibdir Dağıstan şey dövrünə. Əbbasilər dövrünə gəlibdir, Əbbasi ailəsinin dövrünə gəlibdir. Onların xəbərlərini deyir. Musa Əl-Hadi xilafətinin xəbəri və Mehdi
bəli, mən indi yavaş-yavaş mütəvəccüh oluram ki, bu dəqiqən ehtimalən Zenadigə Zuhurinin xəbəri, Məhdi və nə mənə orası düşün, oxunmur. Burada xəttlər biraz değişdi, çox değişdi əlbəttə. Ehtimal verirəm ki, yazan değişibdir. Harun Rəşid xilafətinin xəbəri ancaq aytırırlar. Bu da o haqdadır. Beytülmaq beyət almaq xəbəri Harun oğlu Məhəmməd el-Əminqə və Fəzl ibn Yəhya. Onun görürsünüz ki, feylən gəlib yetişmişik bu tərəfə. İndi buradan bu üzə başlıqlar girdi ortaya. Ayrı xəttinə bunu yazırlar. Ali Bərməkə və Harun Rəşidin təğyirinin xəbəri. Ali Bərmək və istəyirlər ki, yavaş-yavaş şeyi değişdirsinlər. Harun Rəşidin cığmağı di həddiqa ça ol vaxt. Görürsünüz ki, feylən Buracan kitabın 788-ci səhifəsindəyik və Məhəmmədinin müəllinin Muhammed bəy ola bilər ehtimalən, ya da Muhammedinin, çünki kamil oxuya biləm. Muqilinin xəbəri üçün yel yüzü bu nurfeşan. Yel yüz nurfeşan ya belə bir şey oxunacaqdır. Burada kitabın üstünə su gəlibdir. Üst tərəfdən rəhlər qatışıbdır. Görürük Mə'munin xilafətinin xəbəri. Burada da Mə'mun kitabın bu axirlərinə gəlmişik. Su çox gəlibdir. Mü'tesemi billah xilafətinin xəbəri və anin halları. Mü'tesemi billah Samirə şəhrini bina qılmağının xəbəri. Bir dana şəhər salıbdır. Yeni bir şəhər düzəldib. Samirə şəhərin mü'tesem billah düzəldibdir. Babəkil calibdir. Burada Babəkdir. Əl-Hürrəmi. Əlbəttə Babək Əl-Cəzmi kimi görsənir. Ning vaqiələri aning və əfşin arasida o arasinin Abu Babək Xürrəmi ehtimalən Cəzmi kimi yazılıbdır. Dini. Onun dini haqqında burada bir məlumat verməyə çalışır. Bu da Babək Xürrəm haqqında məlumat ala bilir. Kitabın burada sular gəlibdir, kamilən bəllidir, su tökülübdür, kitabın ortasına gəlibdir, əşarasına qədər və çox kəlmə qutardı kitab, qutardı. Amma kitabın sonunda bir tarixi olmalıdır. Bu tarixə bir baxaq görək ki, bu kitab nə deməkdir? Kitabın sonunda çoxlu adlar görürəm dalbadal. Amma bunlar nə üçündür bilməyəcək. Çünki gərək kitabı oxuyaq görək ki, bu nədir? Buradan biraz arxadan oxuyum. Və burada kitabın bir səhifə yarım qalanından oxuyaq görək nə mənə yazıbdır. Su tökülməyən yerləri oxuya bilsək yaxşı olar. Və cəlləğə şükru səna qıldı və yaxşılıq bilan iş müqtədirğə rast buldu və müsəlmanlar anqa xütbə qıldılar və müqtədirinin iki acıq irdi. İlgi acıq irdi. Bağışlamaqqa və yaxşılıqqa və səxavət qılmaqqa. İlka və cahan isramaqqa və dadu ədl qılmaqqa və elhamdülillahi rabbil aləmin. Görürsünüz ki, bu sonki xəlifə hangisiydi? Onu biz bilseydik, bu sonda bununla qutarır. Müqtədiri oxuduqda dedik ki,
Əmir el-Möminin, əgər bunu eləyə bilsək, pəs Beytülmalidin çıxardılar və müqtədir aliğə altılar, mütləq əliğə olacaq. Aliğə yazıb əlinə, yəni. Ya da alinə, yəni oğladına da, özünə, ailəsinə. Aliğə altılar və əmir el-müminin artıq təyin qıldı ki, hər ni Abbas buyursa, qılğay və məsləhət görsə, burası üst örtüb, nə mənə? O Abbas, o sültülar ilka qismət qıldı. Və Abbas Xuday Əzzə və Cəlğə, burada Abbasdan söz gedir. Abbas Xuday Əzzə və Cəlğə şükür səna qıldı və yaxşılıq bilan iş müqtədirğə rast buldu. Müqtədirğə işidir də bu da. Və müsəlmanlar anqa xütbə qıldılar. Namazda onun adına, yəni oldu da, elə bir hamıdan. Qədim bilirsiniz, gedirdilər, böyüklərdən, xanlardan, rəislərdən beyət alırdılar. Millət də onlara beyət edirdi. Yəni, məsələn, deyək ki, bir dana mahalın xanı var idi. O xan, ya o imam cümələr gedirdilər bir yerdə namaz qılmağa. O, xəlifənin adını deyirdilər. Məsələn, deyirlər ki, Bismillahirrahmanirrahim, Elhamdülillahi Rabbil Alemin, Peyğəmbərə filan. Ondan sonra deyirlər ki, biz namazı, məsələn, cümə namazını ya indi filan xəlifənin zamanında yaşırıq və bizim onların bəndələri yox. Onun adın, hamı ona beyət eləmiş kimi görsənirdi. İlgi acuq irdi, bağışlamaqqa və yaxşılıqqa və səxavət qılmaqqa, ilka və cahan isramaqqa və dadı ədl qılmaqqa və elhamdülillahi Rabbil alemin və salatu və selamu alə xeyri xəlqihi Muhammedin və alihi əcməinə təyyibinə tahirin əl-əkremin və səlləmə, bu birisi səhviyyə geçirik, təslimən kəsirən və tamam buldu. Aləm düzkari, aləm düzkarinin tarixinin kitabı. Burada calibdir, aləm ehtimalən ruzgarinin, aləm ruzgarinin tarixinin kitabı. Burada adı nədir? Gene burada bir şey düşübdür. Peyğəmbərlərinin və mülüklərinin. Kitabın ehtimalən adı bu olacaq. Aləm ruzgarinin tarixi. Yəni, tarixi dövran məsələn. Kitabın adı ola bilər. Mən burada bunu qırmızı rənglə adın qabağında yazdım ki, bəlli olsun, şəklimiz var. Aləm ruzgarinin tarixi. Nəbi kitabı Peyğəmbərlərinin tarixinin, ruzgarının tarixinin kitabı, ruzgarının tarixinin kitabı və Peyğəmbərlərinin və mülüklərinin əxbari. Ərəblər, burada bir şey yazıb da oxunmur. Yəni su gəlibdir. Ərəblər və ola bilər Parsilər olsun. Mən oxuya bilmirəm bunu. Bəlkə Parsi ola bilər, bəlkə olmaz. Parsilər bu da oxumur. Xalq klari və ruzgarlarının gərdişi və cahanin işi kim hər makini mərtəbədə irdi və kəlmə yenə burada düşün, ni sirət bilan təbriladi ya təbriladi ya tirladi və ni haləti bilan, halət bulan bu cəhləndin baruy və
hər büyü bu da cələ oxunmur. Bu aləmdə badib durur. Badıb durur. Əbu Cəfər Məhəmməd ibn Cərir ibn yazan ehtimalən burada ba ədib olacaqdır. Bu aləmdə ba ədib, badib, be ədib yəni durur. Kimdir? Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Təbəri nəmər Əs-Seyyiddir. Nədir? Oxunmur. Ət-Təbəri rəhmətullah aleyh ərbi bilan ya əzbi bilan ya ərəbi bilan olacaqdır. Adı bir də oxuyaq. Burada görək düz yazmışıq. Əbu Cəfər Məhəmməd ibn Əbu Cəfər Məhəmməd ibn olacaqdır. İbn Məhəmməd deyil. Əbu Cəfər Məhəmməd ibn Cərir ibn nəməni Təbəri. Burada bir şey var, o oxunmur. İndi bunun adını bir də yazaq burada ki, görək bu nə olacaqdır. Bu alimdə Cəhandın barudi və hərbi ehtimalən də bunu bilmirəm, yəni çünki su tökülübdür, rəhlər qatışıbdır. Bu alimdə ba ədib durur. Əbu Cəfər, təzəşdən burada yazaq. Əbu Cəfər Məhəmməd bin Cərir İbni nə mənə oxuna bilər? Məsələn, mən Seyyid kimi oxuya bilərəm. Amma bəlkə Vəlid də ola bilər. Hər nə mənədir, burada bir nöqtə qoyaq. Əl-Təbəri yazaq. Rəhmətullah aleyh ərəbi bilan təsnif qılıb. Ərəbi ilə, ərəbi dilində yazıbdır. Burada əlbəttə bir şey yazıb, onu da yenə oxumaq olmayacaqdır. Kaş oxuya biləydik. Ərəbi bilan, ərəbi ilə, ərəbi dili ilə təsnif qılıb. Ürürdü ehtimalən anden, andin songa, andın song ehtimalən beləsi oxunacaqdır. Əbu Ali Muhammed ibni, aha bu ayrıdır. Bu üstəki deyil. İndi burada bir ayrı ad yazdı. Andan, yəni ondan sonra mən bunu andin song, ondan sonra Əbu Ali. Bu kimdir? Əbu Ali Muhammed. Əbu Ali Muhammed ibni Abdullah. Muhammed ibni Abdullah. Əbu Ali Muhammed ibni Muhammed ibni Abdullah el-Bəl'ami. El-Bəl'ami. El-Vəzir. El-Vəzir kim? Xurasan Maliki üçün Əbu Salih ibni Mənsur ibni Nuh ibni Nəsr ibni Əhməd ibni İsmail ibni Əhməd ibni Əsəd Samani üçün ərəbini farsiğə yürdi. Aha, bu adam, yəni əvvəl bunu yazan o Təbəridir. Sonra bu adam üçüncü adam. Əbu Ali Muhammed ibni Muhammed ibni Abdullah el-Bəl'ami el-Vəzir kim? Yoxdur, bu adam, bu vəzir. Kimin vəziridir? O, nəməni Samaninin, Samanlıların, Samanlılar da türk olacaqlar. Saman sözü var. Samaninin əmrinə bu kitabı farslıya çeviribdir. Tamam, bəs bunu biraz yazaq. El-Vəzir kim? Xurasan Maliki üçün. Bu birinci adam, bu ikinci adam, bu da üçüncü adam. Kimdir? Xurasan
Maliki. Görürsünüz, Şah Malikdir. Maliki üçün adı nədir onun? Bu çox önəmlidir. Bunun adını qırmızı yazaq. Əbu Salih ibn Mənsur. Əbu Salih ibn Mənsurun oğlu. Mənsur kimin oğlu? Mənsur ibn Nuh. Nuhun oğlu. Nuh kimin oğlu? Nuh da Nəsrin oğludur. Nəsr kimin oğludur? Nəsr. Nəsr də Əhmədin oğludur. Əhməd ibn İsmail. Əhməd də İsmailin oğludur. Bu İsmail da İbn Əhməddir özü genə. İbn Əhməddir də genə Əhmədin oğludur. Bu da İbn Əsəddir. Əl-Samani. Tamam. Bəs beləsi olur. Bu Əbu Salih o adamdır ki, kitab onun üçün yazılıbdır. Belə nəzərimə gəldi mənim. Çünki indiki uşaqdan başlayır, gedir arxiya. Məsələn, deyək ki, mən İsmaili oğlu, Mehdiqulu oğlu, beləsi davam edir, gedir. Əlbəttə, mən 7 nəslimi bilirdim, amma indi yadımda deyil. Yazılarımda var. 7 nəslimi mən çıxartmışdım. Rəhmətlik dədəmlə Türkiyədə gəlmişdi. Orada oturduq, 7 nəslin şəcərəsini yazdıq. Allah rəhmət eləsin, ruh şad olsun inşallah. Pəs bu kitabı üçün ərəbini farsiyə yürdi. Andın song, ondan sonra Üzbək padişahlarının dövrüdə Üzbək şah. İndi ondan sonra 4-cü mərhələ gəlir. 4-cü mərhələ. Ondan sonra Üzbək padişahlarının dövrüdə xanlar xani Küçüncü xan. Bu da önemlidir. Bunu da biz ilə yenə abi ilə yazaq. 4-cüsü Üzbək padişahlarının dövrüdə Üzbək padişahlarının dövrüdə xanlar xanı. Çox xətti burada fərqlidir. Çox gözəl bir xəttinə yazılır. Adı bu adamın, indi burada gedim burada yazım ki rahat olsun. Kuçkunci xan zamanında zamanida Hazreti Xilafət Pənahi və nəməniyi vərində Zillullahi Abdüllatif Sultan ibn Küçkünci xan üçün bu həqir kimdir? Aha, indi kim üçün deyir bunu sərvələdim mən? Hazreti Xilafət Pənahi Hazreti Xilafət Pənahi dövründə vərində, mən vərində yazsam, oxusam daha düz oxuyaram. Vərində yəni onun tərəfindən zilli ilahi Abdüllatif adı budur. Abdüllatif Sultan ibni Abdüllatif ki sultandır ama kimin oldu Abdüllatif Sultan ibni Küçüncü xan
Kunci xan üçün beşinci adam kimdir? Beşinci adamın adını yazaq. 5. Yine bunu yaşılla yazaq ki belli olsun. Üçün bu həqire. Bu həqire el-fəqir əddai el-kitab. El-kitab dar el-kitabdar əddai el-kitabdar el-kitabdar vahidi el-belx el-belx farsini Türkçe qıldı. Bu çok önemlidir. Burasını yazım ki Farsi harda bitirdim. Farsini Türkçe. Burada bunu diyeyim ki dostlar, bura hem su gəlibdir, hem de ihtimalen bu bazı kəlmələri burada görürük, bunları sonra yazıblar. Ola bilər. Mesela bu Türkçenin burada yazılması biraz fərqli yazılıbdır. Türkçe qıldı. Türkçe qıldı bir yılda Zilhəcce. Bu mühümdür. Gene burada kırmızı yazaq. Zilhəcce aidin iptida qılıb. Zilhəcce aidin iptida qılıb. Yine Zilhəcce ayinin ayinin 10 olacaq. Mesela bunun bir su tökülübü 30. Mesela 30 kimi görsənəcəkmiş, amma indi bunun üstünü yazıblar olub 10. Mesela türküdə də bir əlif izafə eləyiblər. Həm türkü var, həm də əlif var. Əcəba bu istəyiblər Farsi ilə türkünün arasında bir xətt çəkələr, ya rəhdi tökülübdür. Bu hələ bilinmir, amma mənə biraz gəlir ki, tox rəhdi o. 16 sida 16 sida tarixi. Tarih mühümdür. Bu da şey alırıq. Tarixi 900 əlbəttə oxusaq daha yaxşı olacaq. Yine mən bunu qırmızı ilə yazım. 900 20 2 dənə y var. Bəli, y 28'da Xudeste saat ta Panşənbə günü. Panşənbə günü çaşdı vakti. Günü
çaşt vaktida bu tarih kitabının Türki bu tarih kitabının Türki. Üstteki Türki eyni bu cür yazılıbdı. Onu deyə bilərəm ki, bu təqribən bir yazılıblar. Türki qılmağı tamam buldu. Bir ilə bu kitabı tərcümə edibdi. Qılmağı tamam buldu. Axər yünt yılida, bu yünt değil. Bu hangi ilidir onu bilmək lazımdır. Axər yünt yılida bilmirəm. Yünt yılı nə deməkdir? Təmməti el-kitab be'unillahil ehtimalen yani kitap, o ilin ahirinde, yünt ilinin ahirinde kitap tutardı. Təmmətil kitab be'unillahil melikil vehhab ala yedi. İndi özünün adını deyir. Yazar. Yazar çox mühümdür. Görək şu kimdir? Yazar ərəbcə yazdığı üçün. Yazar ala yedi az'afil az'af ala yedil az'af Abdülmecid İbni Hafizül Kelam. Hafizül Kelam El-Melik El-Hamid. Calipti bu, ne oldu? Hafizül Kelam El-Melik El-Hamid. Hafizül Kelam El-Melikül Hamid Abdülvehhab ibn Abdülmecid. Abdülvehhab ibn Abdülmecid Hafiz Abdülmecid Hafiz. Bunlar Hafiz dilerde de bala elə bil. Hafiz Celle fi şehri Cemadül Ahir fi şehri Cemadül Ahir 928 seneyi 928 ədədlə yazıbdır. Bu tarihdə. Burada da bir ona möhr vurulubdur, Səfəvi vurulubdur. Ehtimalən Səfəvi burada olacaq. Bu möhrü görüm keçərsək oxuya bilərik ya yox. Vakfi Halife-i Səfəviyyə ehtimalen, ama burada aşağıda bir şey var. Oxunmur. Tamam, indi burada biz iki tane yazarla tanış olduq. Biri bu Həqir el-Fəqir el-Dai el-Kitab, kitabdar Vahid Bəlx. Bəlxidə kitabdardır bu. Farsını Türkçəyə qıldı. Adı nədir? Görək, adını dedi ki bu Həqir el-Fəqir el-Dai el-Kitabdar Vahid Bəlx Farsi Türkçəyə qıldı. Bir yılda Zilhəccə ayında ibtida qılıb, yenə Zilhəccə ayının 16'sında tarixi 928'da 8'də deyir ki, bunu mən qutarmışam. Pənşənbə günü çaşt vaxtida bu tarix kitabının Türkçə qılmağı tamamdır. Adını yazmamışdı burada. Mən dedim ki, olmayacaq, amma bu da aşağıdakı ad bununkidir. Yazar Abdülmecid ibn Hafizül Kelam El-Melikül Hamidi Abdülvehhab ibn Abdülmecid Hafiz. Bu bunun adıdır. Yazan bu değil. Bu kitabı 928'də yazıbdır. Bu kitabın ömrü nə qəddir? Səfəvi ilə heç bir ilgisi yoxdur. Bunu indi gələk beləsi əvvəl baxaq. İndi biz 1448-ci il deyirik. Ondan çıxsaq 928'i çıxsaq bu kitab 520 il bundan qabaq 520 il öncə yazılmış. Tamam. Bunu da burada yazdık. Bu kitap 520 il öncə yazılmış. Vakf Səfəviyyə tərəfindən ola bilər.
Bunu da gedək indi bunu arxa tərəfdə yazaq. Vaqif, hara getdi bu? Mühür yazaq əvvəl. Yazaq ki, kamil oxunmur, amma Səfəviyyə oxuna bilir. Vəqfi xəlifi Səfəviyyə. Vəqfi xəlifi Səfəviyyə yazılıbdır, amma üstündə bir şeylər də yazılıbdır, onu oxuya bilmədim. Ola bilər sultan olsun, yəni mənə oxunmur. Son səhifəyə baxaq, son iki səhifəyə baxaq. Bu biri kamilən qərədir və burada da yenə kitabın haqqında 2001-də 1-ci ayın 10-unda bu kitab Rusiyədə olubdur və ehtimalən 519 nömrə yiyibdir. Ehtimalən ya da 19. Əlbəttə aşağıda da 832 görsənir. Kitabın haqqında bir çox məlumat əldə elədik. Bu birinci şeydir ki, bu günləri diqqət eləməliyik və öyrəndik. Bu kitabın haqqında. Biz bu 1600 səhifə kitabı tanıtdırmaq üçün 1 saat 22 dəqiqəyə yaxın sadəcə tanımaq üçün ki, bu kitab nədir, fotokopusudur tazə, bunu görmüşük. Amma bu kitabın adın hələ feilən kamil adını bilmirik. Biz oxuduğumuz adı 2 dənə adla qarşılaşdıq. Tarixnamə adı yazıblar tarixnamə. Amma Aləmi Ruzigarinin tarixinin kitabı. Ehtimalən kitabı Tarixi Aləm olacaq adı. Amma bunun ərəbcədən yazılıbdır. Sonra ərəbcədən çevrilibdir ki, biz bunu elə bu şəkildə desaq, bəlkə bunu bizə tapar. Amma bunu gərək sonra, əlbəttə burada demək olar, burada deyim. Burada bu ayların birini açsın, ona mən bunu söyleyeyim. Bugün bir əlyazma kitabla tanış oluruq ki, 1668 səhifəsi var. PDF-də 834 səhifə görünür. Bunun dili, yazı əlyazmanın dili Cığatay türkçəsidir. Kitabın adı Tarixnamə yazılıb 1-ci səhifənin başında. Amma bir neçə sətr aşağıda Aləm Ruzigarinin tarixinin kitabı deyə bir cümlə var. Bu kitabın yazı mənbəyi haradır? Yazıb ki, yazı mənbəyi Güftari Şəkərdari Əbu Əli Məhəmməd ibn Məhəmməd Ət-Tahimi ya Əl-Nahimi. Hangisi bu iki dənədən biri ola bilər. Kim yazıb bu kitabı? Kim yazıb toplayıbdı bu əsli kitabı? Əbu Cəfər İbni Mühəmməd İbni Cərir İbni Yəzidi Təbəri. Bu kitabın belə görünür ki, bu şəkildə gəlibdir. Əbu Cəfər İbni Mühəmməd Cərir İbni Təbəri ki, üstdə də adını oxuduq Yəzid Ət-Təbəri. Bu ərəbcə yazıb bu kitabı. Ərəbcə. Sonra Əbu Əli Muhammed ibni Muhammed ibni Abdullah Əl-Bəl'əmi Əl-Vəzir bunu Xorasan maliki üçün Əbu Salih ibni Mənsur ibni Nuh ibni Nəsr ibni Əhməd ibni İsmail ibni Əhməd ibni Əsəd-i-Samani üçün ərəbcədən farscaya tərcümə edibdir. Sonra Üzbək padişahlarının dövrüdə xanlar xani Küçkünci xan zamanında Həzrət Xilafət Pənahi
dövründə Zillullahi Əbdüllətif Sultan İbni Küçüncü xan üçün bu həqir fəqir Əddaiyyül kitabdar Vahidi Əl-Bəlx Farsini Türkiyə qıldı. Bir yılda Zilhəcci ayidin ibtida qılıb, yenə Zilhəccə ayinin 16-sida tarixi 928-da Pəncşənbə günü çaşd vaxtida bu tarix kitabının türki qılmağı tamam buldu. Yazar, yəni kim yazıb bunu? Türkiyə, Cığatay türkçəsinə çevirən adamın adı sonunda gəlir. Yazar Əbdülməcid ibni Hafizül Kəlam Əl-Məcid Əbdülvəhhab ibni Əl-Həmid. Üzr istəyirəm. Adı bir də oxuyayım. Yazar Əbdülməcid ibni Hafizül Kəlam Əl-Məlikül Həmid Əbdülvəhhab ibni Əbdülməcid Hafiz fi şəhrül Cəmadiyül Axər 928 sənə ili, yəni 520 il öncə bu kitabı bu Əbdülməcid ibn Hafizül Kəlam ehtimalən Əl-Məlikül Həmid Əbdülvəhhab ibn Əbdülməcid Hafiz Cığatay türkçəsinə Farscadan və ərəbcədən, özəlliklə Farscadan çeviribdir. Umarım ki, bunu alsın və bizim üçün yazsın, desin ki, bu kitabı kim yazıbdır. Mənə gəlir ki, bu kitab Təbərinin yazdığı kitabdır. İndi Əlan burada başladı bunun haqqında yazmağa. Bunu Türkçə yazdı. Mən bunun səsini verərəm, yazar. Bizə səs oxuyar ki, biz bunun səsi ilə kifayət qədər aydın şəkildə qurmaq mümkündür. Əsas nəticə budur, qarşınızdakı əsər müstəqil bir tarixnamə deyil. Təbəri tarixinin Bələmi vasitəsilə Farscaya, oradan da Xiyquz nəslinin əvvəllərində Çağatay türkçəsinə keçmiş qoludur. Mətnin ötürülmə xətti belə görünür. 1. Ərəb dilində ilkin əsər, Əl-Təbəri müəllifin düzgün adı Əbu Cəfər Məhəmməd ibn Yazid Ət-Təbəridir. Əbu Cəfər Muhammed bin Cərir bin Yazid Ət-Tabri. Sizin Zərir kimi oxuduğunuz söz çox böyük ehtimalla Cərirdir. Onun məşhur tarixi yaradılışdan başlayaraq Hicri 302-915-ci ilə qədər hadisələri əhatə edən ərəb dilində böyük ümumi tarixdir. 2. Farsça Bələmi redaksiyası buradakı şəxs Ət-Təhinə Tanahi deyil. Verdiyiniz kontekstdə əsasən ad demək olar ki, şübhəsiz. Əbu Əli Məhəmməd ibn Məhəmməd Əl-Bələmi Əbu Ali Muhammed bin Muhammed Əl-Bələmi olmalıdır. Bələmi Samanilər vəziri idi və Təbərinin tarixini qısa əsrdə fars dilində işləyib hazırladı. Mənbələr bunu təxminən 963-cü ilə aid edirlər. Bu əsər sadəcə sözbəsöz tərcümə deyil, Bələmi materialı ixtisar etmiş, yenidən qurmuş və bəzi əlavə məlumatlar daxil etmişdir. Buna görə elmi ədəbiyyatda tarixi Ballami, tarixi Bələmi ayrıca mətn ənənəsi kimi qəbul edilir. Sizin oxuduğunuz Samanilər hökmdarı da böyük ehtimalla Mənsur ibn Nuhdur. Burada əlyazmanın adları dəqiq foto ilə yoxlamaq çox faydalı olar. Çağatay türkçəsi tərcüməsi, Hicri 929. Ən maraqlı hissə məhz budur. Əlyazmanızdakı ifadəyə görə Bələminin farsça mətninin türkçəyə çevrilməsi Küçküncü xan dövründə və onun oğlu Əbdüllətif Sultan üçün həyata keçirilib. Verdiyiniz kolofon məlumatında 929-cu ilin Zilhiccə ayında başlanmış və Zilhiccənin 16-sı Çərşənbə günü tamamlanmışdır. Hicri 929 xartla 1123-cü il ətrafına uyğun gəlir. Deməli, 500 il əvvəl deməyiniz olduqca dəqiqdir. Tərcümənin tamamlanmasından təxminən 503 il keçir. Burada çox mühüm bir kodikoloji məsələ var. Tərcüməçi ilə nüsxəni köçürən katibi eyni adam hesab etmək üçün hələ kifayət qədər dəlil yoxdur. Sizin oxuduğunuz open quote, Abdülməcid ibn Əbdülvəhhab ibn Əbdülməcid, close quote, tipli qeyd kolofonun katib nüsxətçi qeydi də ola bilər. Əgər türkçəyə çevirmə haqqında cümlədə bu
bu fəqir farsını türkçəyə qıldı deyib ayrıca ad çəkilirsə, həmin ad tərcüməçidir. Amma sonraki kütüb harra ələyət formulundan sonra Əbdülməcid adı gəlirsə, bu artıq müstənsix ola bilər. Ona görə Əbdülməcidə indidən qəti şəkildə Çağataycaya tərcümə edən şəxs deməzdim. Əlyazmanın şəcərəsi Ət-Təbəri Tarix Al-Rusul Val-Muluk, ərəbcə Kuq əsr. Əbu Əli Məhəmməd Bələmi Tarixnamə, Tarixi Bələmi, farsça qısas, təqrib 963, Köçküncü xan, Əbdüllətif Sultan Mehdi Çağatay türkçəsinə tərcümə, 1929-1523. Sizin araşdırdığınız 1668 səhifəlik əlyazma, tarixnamə başlığı da Bələmi ənənəsi ilə çox yaxşı uyğunlaşır. Hətta Xiyinci nəsrə aid başqa Bələmi nüsxələrinin də tarixnamə adı ilə tanındığını görürük. Bir də səhifə məsələsində hesabınız tam oturur. PDF-də 834 görüntü varsa və hər görüntüdə 2 əlyazma səhifəsi çəkilibsə, 834-2 1668 əlyazma səhifəsidir. Məncə indi ən mühüm addım 929 tarixli tərcümə və kolofon səhifələrinin şəkillərinə birbaşa baxmaqdır. O səhifələri göndərsəniz, oradakı adları sözbəsöz ayırıb müəllif, farsça redaktor, tərcüməçi, Çağatayca tərcüməçi, müstənsix himayədar tarix şəklində dəqiq müəyyənləşdirə bilərik. Bu, əlyazmanın elmi kataloq təsvirini hazırlamaq üçün əsas olacaq. Tamam. Gördünüz ki, aynı sözü dedi, amma mən istirdim bundan. İndi bu əlyazma fotokopidir. Rusiyada bu 2001'də fotokopi olmuş. Onun üçün kitabın rəngi, əl yazıları, bunlar bəlli olmur. Acaba siz bu kitabdan, yəni Çağatay türkçəsi ilə yazılmış kitabdan bir PDF bula bilər misiniz ki, rəngli olsun və eləyə bilək biz bu kitabın fiziki durumun oradan təşxis verək ki, bu kitab nə durumdadır? Əlbəttə, bəlli olur ki, kitaba çox su gəlibdir. Əgər səhv eləmirsəm, 8 yerdə səhifələrin üstünü örtüblər, yəni sansur olubdur və bir səhifə, əgər səhv eləmirsəm, səhv elərəm onu ehtimalən nömrəsini deməyim, bir səhifə 4 kərə kitabda yer olubdur, yəni 8 səhifə izafədir. Yəni bu kitabdan biz 8 səhifə azaltmalıyıq. Bunun əslində 8 səhifə azdır. Yəni indi dedik ki, 1668 səhifədir. Bu 1660 səhifə olmalıdır. Çünki bir səhifə 4 dəfə qoyulubdur. Çünki PDF-də də hər səhifə 2 danadır. Bu 8 səhifə olacaq. Yəni bir vəraq 4 dəfə qoyulub. Belə desəm daha doğru olar. Tamam, bu qalsın, bu bizə axtarış eləsin. Çox köməklik elədi. Yazmaqda biraz çox uzun olurdu. Mən bugün onu bizə yazmayacağam. Fəqət deyəcəyəm, o telefonda yaxşı olar. Əlbəttə, telefonun da müşkülü budur ki, kopya eləyib o birisiləri qoya bilmirəm. Bu da bir müşküldür. Görüm, əcəba bu bizə bunu verəcək ya yox. Versə çox yaxşı olar. Bunu bir bağlayayım, təzəşdən açım. Yəni ChatGPT-ni təzəşdən açım, görüm ki, bizə onu verir ya yox. Versə çox yaxşı olar. Tarixnamə. Tamam, bunun adını da dəyişdirərəm mən. Adını dəyişdirim. Tarixi Təbəri. Bu ingiliscə yazmayayım. Təbəri tarixinin türkçəsi yazaq elə. Türkçəsi. Tamam, bu bizə ayda, bu nə idi, getdik bura? Bilmədim, hardan getdik hara? Tamam, bunu buradan bağlayaq. Gələk bura. Kitabımızı indi açdıq. Biz burada kitabımızı görürük. Çağatayımız da buradadır. Tamam. Adını yazdıq. Adı doğrudur. Bu da buradadır. İndi buradan mən bunu fotokopi eləyib şeyə qoya bilərəm. Aha. Bunu fotokopi eləyib o üçdanıya qoya bilərəm ki, bizə kamil məlumatı verməyə çalışsınlar. Kitabdan da əks salıb bunlara verərik ki, bunları bizə desinlər. Eyni halda ən son
ayımız bu şeydir. Bir de buna bir sual soruşmuşduq. O sualı da yine buradan alaq. Veraq o birisi şeyler de bilsinler bunu. Bir çox ciddi kitabla tanış olduq. Bunun indi için oxuyanda daha ləzzət aparacağım mən. Umarım ki, sizlər də ləzzət aparmağı başarasınız. Türkçəsi özəlliklə, ərəbcəsini bunun oxumağa bəlkə zor çatmaz. Farsçasını da istəmərəm oxuyam ki, ələ aparıblar. Amma bunun türkçəsini həm də 500 neçə il bundan qabaq yazıldığı. Bir dana fəqət burada bir irad mən gördüm. İndi onu buradan da yenə soruşacağam bu PDF-dən. O da budur ki, biz hesabladıq bu kitab 520 il öncə oldu. Bu bir. O dedi 503 il. Bir irad budur ki, mən bilmirəm niyə o cür hesabladı. İndi bu kitabdan əvvəl əks alaq. Kitabımız harada bu deyil. Bu kitabın son səhifəsidir. Gələk əvvəl səhifəsindən gedək axir səhifəyə. Axir səhifədən bunu, bu iki səhifədən bir əks alaq. Beləsi eləməyək. Uca yekəldək. Tamam. Bu axir səhifəni verərik. Bu buradan oxuya bilsə oxuyar, amma inanmıram oxuya bilər. Bir də gəlsək, çox gözəl əl yazması var. Yəni bu kitab vaqəən sevməli bir kitabdır, oxumalı bir kitabdır və mən dostlara təklif elərəm ki, bu kitabı Türkçə bu kitabı oxuyun. Yəni istəyirsiniz ən azından tariximizi biraz düz biləsiniz. Türkçə bir kitab oxumaqla daha yaxşı bunu baş taparıq. Kitabdan çox əks salmayacağam. Burada yine bura 1 olacaq. Bu iki səhifə 1 olacaqdır. Mən burada bu ruscasında qoyum, əksini salım. Ki bir müqə axtarsa buradan axtarsın. Bu kitabın əvvəlində bunun da əksini salım. Bu oldu. Və bu da əvvəlinin əksi. Tamam. Çox əla bir kitab. Çox əla. İndi bu əksləri mən verim şeyə. Bu PDF-lərə, şeylərə, AI-lara. Görək ki, bizə bu kitab haqqında nə deyəcəklər. Da mən fikirlərim ki, bunu edit eləməyə ehtiyac yoxdur, o qədər şey deyil. Cəlib budur, şimdi bilmirik neçə dənə əks saldıq. Baxım görüm görsəsə, görək neçə dənədir. 1, bu əvvəldəki 1-dir, 2, 3, 4-dir. 5'ti. 6 da əks salmışıq. Tamam. 6 əksi buradan salmışıq. Buradan gəlsək o 5, bu da bir 6. Bu getsin buna. Eyni halda, aha bu hazırladı. Burada da görək əgər qəbul eləsə bu 6 əksi buna da verək. Bilirik ki, qəbul eləmir çox vaxt. Nə əcəb, nə əcəb. Bu da getdi. Gələk bunun özü sual soruşmuşdu. Bunun sualına cavab olaraq əksləri verək. Əgər gəlsə kompüterin bu şeyi bu burada məşğul olsun. Biz gedək o birisini də verək. Buna da verək, bu görək aparsa. Bu kitabı oxumaq vaqəən bir neçə gün adamına vaxt versə ərzişi var. Bunu mən, yəni ehtimalən
bir-iki cələsə bunu oxumaq. Bəlkə bu günləri vaxt edəsən bunu bir cələsədə yenə biraz axşam başı oxumağa cəhd elərəm. Tamam, bu kitabı da göndərdik, getdi və burada bir şey qaldı, bununki. O hala bunun üstündə işlir. İkisin, üçün, tamam, göndərdi. Tamam, biz bu günləri bu işi gördük. Əslində işimizin biraz rahatlatdıq. O şeylər ki, yazacaqdıq onu səslə. Bu da bir şeydir də, təcrübə elədik və öyrəndik ki, kitabı səslə desək, yazdırsaq dahi sürətlə. Yəni o şeyi ki, yarım saat ya bir saat çəkirdi yazaq, onu bir 3-4 dəqiqənin içində həm yazdıq, həm də qulaq astıq. Gedək kitabımızın əvvəlindən başlayaq oxumağa, görək ki, nə var. Birinci səfəki dedik, oxunmur, oxunmadığı üçün də bir şey deyə bilmirik. Onu baş tapdırıq nədir? Təəssüflə. Çox təəssüflə. Amma bunun əgər eləyə bilək bir PDF tapaq, çox gözəl olar. İkinci səfədə burada kitabı Bismillahla başlayır. Keçetməliyik ki, bu biraz kiçik yazılıbdır, oxuyaq. Xətti çox gözəldir. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin vel aqibetu lil muttaqin vel udvanu ala az-zalimin ve salatu ala Muhammedin ve alihi tayyibin tahirin. Amma bilmək gereklik Adem ruzigaridin kim ol atamız irdi tabu əsriqaca bu muxtesar təhrir bula turur yeryüzündə Bəni Adem iki qism ikan tururlar. Bir qism alardın, yəni onlardan. Bir qism alardın furun salif ikan tururlar. Nuh aleyhisselam tufanidin burnalarının ahvalinin sifeti ve hakikati mezbut bulmay. Turur ve alarının padişahlarının atları yani adları ve nesapları hakikatları ma'lum bulay turur. Qədəm əhd və əyyami tetavüli. Burada bir şey yazıb, o xət düşüb üstünə oxunmur təəssüflə. Mən biraz yekəldim, görüm oxuya bilərəm. Tetavüli oxumurnan imtidadi ila Nisan dürcida qoydi və tufan hudusida alarının ahvali mütədris buldu. Ya mündəris buldu ehtimalən. Mühtəris də ola bilər. Mühtədris. Amma düz gəlmir nəzərimə. Mündəris ola bilər, buldu. Və onların dürüstlük qalmaq məgər bəzinin zikri, bəzi ənbiya aleyhisselamidin ol qəbəldin kim Qur'an-ı münzilinin sühəfi anga natik turur və muluk əxbari və cahan təvarixi ol təvarix əshabida ittifaq qılıb tururlar kim ol iş ibtidai və la ibtida orada bir kəlmənin yenə üstü düşübdür. Bir hərf idi, bəlkə 2 hərf ola bilər, 3 hərf ola bilər. İbtidai və lazibin və ehtimalən addır. Lazibni nə mənə o şeydir. Məsələn, isha oxunmur. Lazibni, əmimibni, ərəmibni, nuhitin irdi. Burada oradan başlayıbdır. Kim? Parsi dilində. Parsiyədə hicrət qıldı. Etmənən Parsiyə, Parsi dilində yox. Parsiyəyə, yəni Pars torpaqlarına. Parsiyədə hicrət qıldı və anga
oğlu bar irdi. Orada oğlu bar verdi. Yəni biz deyirik ki, ağacın barı çoxdur. Yəni doğdu törədi. Oğlu bar irdi. Atı Kiumers şah və barsilar onun nəslidin tururlar. İndi bunu bir dənə fars yazıb da. Təbəri, əgər səhv eləmirsən, Təbəri bir farsdır ehtimalən soruşaq. Yəni bundan ən rahat yol budur ki, gedək deyək ki, Google-i əlbəttə AI-dan soruşmuram, izafi məlumatdır. Təbəri tarixin yazan adamın ana dili və etnik kimliği haqqda bilgi verər misiniz? Görək ki, Təbəri haqqında Əbu Cəfər Məhəmməd ibn Cəriri Təbəri tarixdan və danışməndir böyük İslam dövrü. Mən bunu oxudum da, tarixdən və danışməndir böyük İslam. Elə bu türkcədir yəni. Tarixdan, tarix bilən, tarix saxlayan. Biz deyirik ki, çörəkdən, nəməkdən. Bunlardan sözü onu saxlayan yerdir. Farscaya gedibdir. Tarix-ül Rüsül vəl-Mülük adında kitabı var. Əsl adı bu olacaq. Bunun adı Tarix-i Təbəri adı nədir? Tarix-ül Rüsül vəl-Mülük. Tarix-ül-Rüsül vəl-Mülük. Tarix-i Təbəri, məşhur Tarix Təbəriyə və Cami-ül Bəyan təfsiridir bunun. Əsərlərinin yaradıcısıdır. Onun etnik kimliyi və ana dili haqqında qısa və dəqiq bilgilər bunlardır. Etnik kimliyi, İranlı. İran o zaman mənası yoxdur. Əslən İranlı deyil. Təbəri. Təbəri indiki İranın şimalında yerləşən Təbəristan, indiki Mazəndaran. Mazəndaran sözü bugünkü şey olar. Türkçəmən səhra. Təbəristan indiki Mazəndaran bölgəsinin Amül şəhərində dünyaya göz açıb. O, etnik baxımdan İran xalqlarından Təbəri, Mazəndarani sayılır. Tamam, Mazəndaranlıdır. Dili isə ana dili, Təbəri dili, qədim Mazəndaran dili. Təbərinin doğulub böyüdüyü bölgənin özünə məxsus dili var idi. Onun gündəlik həyatda və ailəsində danışdığı ana dili Təbəri dili olub. Fars dili deyilmiş əslində. Elmi dili, ərəb dili. O dövrün elmi və İslami dünyasının ortaq dili ərəb dili idi. Təbəri öz dövrünün ən böyük fəqih və alimlərindən olduğu üçün bütün məşhur əsərlərini, o cümlədən tarixini ərəb dilində yazıbdır. İndi hər halda bu adamın bir İrançılıq ola bilər içində, farsçılıq ola bilər içində. Təbəri dili ilə farsçanın soruşaq ki, bir ilgisi var imidir? Təbəri dili ilə fars dilinin bir ilgisi var mıdır? Bəlini yazıb bölü. Təbəri ya Mazəndaran dili ilə fars dilinin çox dərin və yaxın bir ilgisi var. Bu iki dil eyni kökdən törəyiblər. Bu ilginin əsas nöqtələri bunlardır. İkisi də İran dil ailəsindən ki, İran dili deyə bir şey yoxdur. Bu soralar İngilislər dünyada hər yerə gediblər, dedilər İngilis dili, ya İngilis köklü, ya İngilis, məsələn, Hindurupai deyiblər. Almanlar Fransızlar anglofon, frankofon deyiblər. Onlar anglofon deyiblər. Bunlar frankofon deyiblər.
Ondan sonra Farslar da oradan alaraq həqiqətdə İranofon deyiblər. Yəni İran dili. İndi bunu gətiririk ki, Hind-Avropa kökü. Baxın, dedi Hind-Avropa kökü. Yəni İngilistanın şeyidir bu da. İki dildə Hind-Avropa dillərinin İran qoluna aiddir. Doğma qardaşlıq Fars dili Cənub-Qərbi, Təbəri dili isə Şimal-Qərbi İran dilləri qrupundadır. Belə bir şey. İndi bunu bir şey soruşaq. Əcəba İnqilafon və Frankafon və İrankafon kimi bir dillər midir? Heç də gətirmədi. Çünki əslən bu istəmir o haqda bir məlumat versin. Tamam, buradan geçək. Bizim burayla işimiz yoxdur. Gedək kitabımıza. Ehtimalən dedim ki, bu ola bilər ki, farscalara bir təəssüb olsun və gəlsin desin ki, Parsida bir fars yeri yerləşdirsin ora. Hicrət qıldı və anga oğlu bağırırdı. Atı ayrı adı Kümerşah və Barsilar anın nəslidin torurlar. Parslar da onun nəslindən doğdular. Yəni Kümerşahın. Amma bil kim cahan padişahlığının izafi əsnafi iki türür. İki cür padişahlıq var. Bir, əgər bu kəlməni oxuya bilsək, yazılıb qıraqda, amma oxunmur. Ehtimalən bu qıraqda yazılan nə olacaqdır? Səranğə. Ehtimalən belə bir şey bilmədim. Nə mənədir o? Bir, ehtimalən sinfi. Bir sinfilğə ya sinfəği cahili və bir silğə, yenə bunu eşitə yazıbdır, sanğə bədəl. Bəli, burada 7 kimi bir şey açıbdır hər ikisinə. Hər ikisinin üstündəki dedim oxuya bilmirəm. Bir 7 kimi bir şey yazıb, eşitdə yazıbdır. Ya indi bir də qeysə oxusaq, ya əlbəttə onun da üstünə kağız düşüb, nə düşüb, kamil oxunmur. İki əsnafi, iki türür. Cahan padişahlığının əsnafi iki türür. Bir sanğə cahili və bir sanğə İslami. Amma cahillər Peyğəmbər Nəmridin burna ikan turlar. Bunu bilmədim. Amma cahillər Peyğəmbərimizin burna ikan, yəni cavan ikən, burna ikan turlar. Türt təbəqə turur. 4 təbəqədir. Turlar və illa 4 təbəqədir. Ya təbəqə tururlar və adilar və kenailar oxunmur. Yəni orada möhür düşüb kena oxunur, qalan oxunmur. Ehtimalən künyə deyirlər. Kenailar, künyələr. Və İskalilar, ehtimalən də şahlar bunlar bir yerlərin adlarıdır. İskanilar və Sipanilar, İskan və Arpani. İspanilar və Sipanilar. Əlida və islahi padişahları ya da islaf da ola bilər. İslav kimi, bəlkə deyirəm, yəni onlardan gələ bilər. İspaniya o İslav o İskandinavi məsələn zihnimə gəldi. Amma bilmirəm ki, onlar ola bilər, yox. Kənani o da ola bilər. Kənani olar Misrilər, Kənanilar o, İskanilar o, Sipanilar da o, İslafi padişahlarını tilarız kim? Peyğəmbərimiz əleyhisselamın
söng turlar və burada əlbəttə bir şey yazıb ki, oxuya bilmirəm. Vəl yeni təbəqə turlar. Bu təriq bilan Bəni Ümeyyə və Bəni Abbas و Samanilər و آل بریه و محمودیلار و سلجوقیلار و آل خوارزم و bura müqəddəmədir. Bura o şey yazmayıbdır. Təbəri yazmayıbdır. Bunu bu kitabı yazan əlavə edir və bu 20 neçə səhifəni izafə eləyibdir. Yəni o türkcə ki dedik adı nədir? Abdülməcid ibn Hafizül Kəlam Əl-Məlikül Hamid ibn Abdülvəhhab ibn Abdülməcid Hafiz bu adam bunu yazıbdır. Bunu yazıbdır. Onun için bu deyir ki, bunları deyir. Samanilar و آل بریه و محمودیلار و سلجوقیلار و آل خوارزم و ملاحده خزلهم احتمالا خارزمه و ملاحده خزلهم الله و دهرهم و دمرهم biz ziyadə qıldıq ta alarının keyfiyyəti həm məlum bulğay. Burada deyir ki, biz bunları izafə elədik. Yəni o şahları bu türk yazar ki var mütərcim bunlara izafə eləyir. Bulğay inşallah taala aşağıda bunların cədvəlini çəkibdir. Ki mən indi bunların bəzisini oxuya bilirəm, bəzisini oxuya bilmirəm. İlləti də rəngin olmadı. Məsələn əjdəhak, ədl-ü insaf, əstəxərud məlum است. Belə cümlədir bunlar, cümlədirlər. Səfələr beləsi gəlir. Beləsi zərbidir ya çarpı yazıbdır bir başdan o birisi başa. Mənutehri güzidə İbni Səhər İbni Afridun İbni Mubəd ki devam edir. Bu ehtimalən bir ayrı adama geçəcəkdir. Bunların bəzisini oxuyuram, bəzisini oxuya bilmirəm. Təəssüflə. Buradan geçək. O səfənin davamı bu birisi tərəfdə göstərir. Şahların, adların, zətlərin. İndi burada Teala bu birisi səfiyyə geçək. Ehtimalən dəfəsi 900 tən irdilar. 9 tən irdilar. O nə nədir? Bilə bilmədim. Oxuya bilmirəm. Yəni burada qəşəng düşünübdür. İrdilar, padişahlıqları yenə burada nöqtə düşübdür. 8 yıl idi. İndi burada neçə 108 onu bilmirəm. Yəni orada fəqət 8 yıl idi. Bu Keyqubad üstü ehtimal ola bilər ki, Keyqubad dəfəsi ya beləsi bir şey olmuşdur. 9 tən irdilar, padişahlıqları hər nə mənə 8 yıl idi. Bu Keyqubad nə mənə toxmi kimi bir şey görsənir. Yemiş və Keyqubadını Aytur Keykamd oğlu İkan Turur və Təhmasib kimi bir şey yazılır ki oxunmur. Yəqin turur. Yəqin yəni yaxın. Yaxın turur və Keykavus ehtimalən bu düz oxunacaqdır. Üstəki də ehtimalən Keykavus imiş və Təhmasib mən dedim o beləsi oxunacaqdır. Keykavus və dürüst və Camas həkim və Keyarəş bircə Keyqubad oğulları imişlər və tarix tabəhmeni ayturlar. Ol turur kim zal rüstəmni amma burada amma ehtimala atasını yubardi və ani həmədəndə işkidin rey işika itilar və təxti ta burada indi bir şey gene yazılıbdır, oxunmur. Təxti ta olğuzdilar və Əfrasiyab bilan hərb qıldı və Zül Cəmşid farzəndilaridin irdi. Ol cəhəddin bundaq turur. Zal oxunmur, burada bir şeyler yazılıbdır.
سام ابن نریمان ابن کرتاسب ابن ارحان ابن یا ارها ابن یا ارحان bilmirəm. ابن سیهم ابن اخمر بن سداد ابن احتمالاً نوح ابن جمشید اسma İşan Turur. Əsma-i İşan Turur. Burada da onların adlarının aşağıda yenə bir cədvəldə yazıbdır. İsmail əleyhissalam beləsi bir şey Keykubadı, Andarvadi, nə mənə bəl məlum nisb belə bir şeylər götürüblər. Burada yazıb cədvəldə. Əlbəttə kitabın qırağında da bir şeylər yazıbdır ki, biz bunu oxuya bilmirik təəssüflə. Burada İskəndər ehtimalən kimdir? Təbəqəsi. O otel ardilarının padişahlığı 60 il irdi. Bir barilar andak turur kim? Yine bunu bilinmir, okunmur. Yilki galus kızını bu guldi ve andin reyük nük buldi. Ne deməkdir? Oxunmur. Yəni oxunmadığı üçün bunu oxuyamadım. O nambi aliğə bünyadi məlum bulğai. Tamam, buradan geçək bu kitabın bir neçə səhifəsinə geçək. Görək ki, bizə oxunan səhifəyə geçək. Yəni görək ki, oxuya bilsək, bir səhifə tapaq ki, oxuya bilək. Umarım ki buradan bizə oxusun. Xarəzm sultanlarının təbəqəsi alar 8 tən ildilar. 8 nəfərdilər. Padişahlıqları 132 yıl irdi. Və onlar bilkatikin nəslidin irdilar. Bilkatikin nəslidin irdilar və bilkatikinin atı Bustikin fərcə ikan turur. Bunun da adı ehtimalən Bustikin fərcə ikan turur. Turur onun adı deyil əlbəttə. Ola bilər ikan adı olsun, amma yenə də onda şəkkim var ki, ikan adı yox, amma Bustikin fərcə ikan da olacaqdır ehtimalən. Turur və ol bey irdi Sultan Səncər xasəlaridin və Xarəzm ol gün edadi taştxanə və vəzifəsi irdi. İdadi taştxanə vəzifəsi irdi. Andaq kim Zuristan ya da Covzistan camxanə vəzifəsi və bu bilkatikin Sultan Səncər Xarəzmğa mövsum qıldı və anga oğullar var irdi. Uluğ oğlu Qutbuddin Məhəmməd irdi. Çün bilkatikin öldü. Sultan Səncər Xarəzmi Qutbuddin məhqə verdi. Ehtimalən Qutbuddin Məcidqə verdi yəni. Və vali Xarəzm şahiqə mövsum qıldı. Onda şah elam elədi. Yəni Sultan Səncər onu qoydu vali, amma adına şah dedi. Diqqət buyurun. Qıldı. Tarix 491'də o Sultan nə oldu adı? Sultan Səncər Xarəzmi öləndən sonra onu qoydu ora. Hər halda indi adı yadımda deyil. Qutbuddin Məcidqə. Qutbuddin Məcidi şah elam elədi 491'də. O 31 yıl Xarəzm şahlıq qıldı. Tarixi 521'də öldü və ansız oğlu nə deməkdir? Ansız oğlun anın qaim məqami buldu və tarixi 533'də
asi buldu və Sultan Səncər Xarəzmğa cirik tartı. Cirik indi çirik deyirlər də, indi ədəbiyyat, siyasi ədəbiyyatda və savaş ədəbiyyatında ki, şəhər və dağ aralarında qeyri-münəzzəm ordu olmayan, onlara çirik deyirlər. O zaman bunu çirik işlədilər. Ehtimalən Osmanlının da ordusu ilə çirik deyilir. Yeni çerik deyirlər, yeni çerik, yeni çerik. O yeni çerik, yəni bir dəfə qədim var imiş, bir dəfə də Tazaşdan ordu qurulub, adına deyiblər yeni. Ona görə bir çerik var, bir də yeni çerik. Görürük burada da orduya çerik deyir. Çerik tartı və yəni bu üsyan elədi Xarəzmin əleyhinə də, yəni xəlifənin əleyhinə, xəlifədir ehtimalən, bilmirəm xəlifədir ya yox, şey elədi, inqilab elədi. Və ansız oğlu anın qaim məqami buldu və tarixi 533-ta asi buldu. 2 il şahlıq eləyəndən sonra, 3 il şahlıq eləyəndən sonra asi buldu və Sultan Səncər Xarəzmğa çerik tartı və adsız ehtimalən, adı adsız ya ansız, oğlunun adı, adamın adı, adsız münəhzim buldu. Çün Sultan Səncər yenə qayiti yenə asi buldu. Yenə də şey oldu, münhəzim oldu, yəni şikəst yedi, amma qeydəndən sonra qayiti yenə asi buldu. Məhərrəmnin 12-sida tarixi 543 tayinə Xarəzmə ta 3 yenə Xarəzmğa cirik tartını ansızdır, nədir bunun adı? Ansız muti buldu. Çün Sultan Səncər qayıtı ansız üsyanda irdi. Yenə də yaşur üçün İraq cirigi Sultan Səncərini tutilar. Ol bəzi Xurasan məmləkətini taladı və xarablıq qıldı və ansız tarix 100 ilik bir daha, niyə 100 ilik deyibdi bunu? Tarix 100 ilik bir daha öldü. Oğlu Ərslan qaim məqam buldu. Ol həm öldü. 500 ilk 7 da. 500 ilk 7 da. İl 500 ehtimalən 17. O da ilk ki orada oxumuşuq. 500 ilki da ehtimalən bir daha 11'də olacaqdı. Ehtimalən 500 ilik bir daha, yəni 511'də, bu da 500 ilik 7'də, bu da 517'də öldü. Oğlu Sultanşah adı əslən Sultanşah olmuş. Sultanşah qaim məqam buldu. On həm 560'ta öldü. Bu çox uzun yaşayıbdı əlbəttə. Və Təkiş Məlik Ka olturdu. Təkiş Məlik adında bir uşaq var imiş. O böyük, əlbəttə daha sinni də çox keçmişmiş və İbayeh Sultan ya İbayeh Sultan Toğruldin qaçdı və Təkiş Aliğə bardı və ani Əraqa gəlirdi və Sultan Toğrul ibn Ərslan Toğrulni rey işikida öldürdü. 590 yılda Ali Səlcuq padişahlığı bərtərəf buldu. 590-cı ildə Ali Səlcuq aradan getdi. Görürsünüz ki, çox gözəl bir xətt ilə yazılıbdır. Bu birinci müqəddəməni görürük. Devam edir. Həsən Fərmanı görürük ki, bu nədir? Mülahidəyi həddinə təbəqəsi, mühadiyi hədidə təbəqəsi alar 8 irdilar padişahlıkları 172
yıl irdi ve ağlarının uluği Hasan Sabah ikan, ehtimalle Hasan Ziyah da ola bilər, Səbbah da ola bilər. Mən beləsi nöqtəli görürəm. Uluği Hasan Sabah ikan turur. İkan ehtimalən birinci. İkan birinci. Orada da iyi gördük, onlar da var idi. Turur və ol çarşənbə gecəsi Rəcəb ayının 17-sində tarixi 483 ta öldü. 35 yıl vilayət bildi. Bəylədi ya da bəylədi. Və ol xalqini zühdü ibadət bilan fərib birdi. İblistik və anın üzləti həddiğə yetti. Kim? Oğlu bir gün cağır əl-kesti, belə bir şey buyurdu, ta ani öldürdülər və bu 35 yılda dükanida oturub irdi. Kim? Bu müddət ta bir gün ol evinin üstüdə çıxmadı. Evinin üstünə belə deyir çıxmadı. Bir gün evinin işikka gəlib irdi və Nizamül Mülk Məlikşahinin vəzirini buyurdu, ta öldürdülər. İslam padişahları bilan və çarşənbə bir Rəbiül Axirinin 3-də. Tamam, görürsünüz ki, belə bir tarixdir. Gedək o birisi səhifələrə görək ki, bu kitabın son səhifəsidir ehtimalən. Yox, son səhifəsi deyil. Bu hərfləri istirdim öyrənim, görün bunlar nədir. Diqqət buyursanız, o birisi səhifələrdə bura yekə yazıdır və burada görürsünüz yazılar kiçildi. Çox kiçik oldu burada. Və təqribən bura kitabın axiridir. Əgər səhv eləmirsəm, bundan sonra getir Bismillahirrahmanirrahimə ki, biz oranı oxuyacağıq ki, Təbərinin kitabıdır. Amma burada bu şey ki yazıbdır, bu türk adam ki bu kitaba müqəddimə yazıbdır və əlavə eləyibdir, onun da burada bir daş yazılar üstündən ehtimalən ox yazıları çıxadıbdır. Bura qoyubdur ki, farslar onu xətt-i mixi deyirlər. Bizim yaxşı bir döşdürümüz ustadımız vardı. O buna ox yazı deyir və çox da gözəl ad qoyubdur. Görün ki, bu kitabın ehtimalən birazı burada vəsətdə səhifələri yox olubdur. Belə nəzərimə gəlir. Çünki bu mətləbin davamı ola bilməz. Buradakı mətləblər ki, burada görürük, burada adlar, zadlar yazılır. Amma bu onun davamı ola bilməz. Onun üçün mənim nəzərimə ki, buradan bir səhifələr cırılıbdır kitabdan. Tərtibi an ra bər tərkib əbcəd nəhadə ənd və an ra harf نویسند بدین طریق که اول خط راستی بکشند و هر خط که بر جانب راست آن کشند آن را کلمه اعتبار کنند. Onu bir dana düz xətt çəkirlər, onun sağ tərəfində hər nə qanadı olsa ona kəlmə deyirlər. آن کشند آن را کلمه اعتبار کنند و هر خط که بر جانب چپ کشد یک حرف. مثلا اگر خواهد که این بیت را بنویسد که به نام خداوند جان آفرین istediği bunu yaza, حکیم سخن در زبان آفرین istediği bunu yazsın bu beyti. Harf əvvəl bast. Birinci əvvəl indi bu tərəfdə, yəni şey oldu. Xətti çəkdi, bu tərəf kəlmədir, bu tərəf hərfidir. İndi nə olacaqdı? Harf əvvəl bast. Çünki xətt rast بکشد. Çünki xətt rast بکشد bər canib rast. Aha, bu tərəfdə. Bir dana düz xətt çəkəcəkdi sağ tərəfə. Bu یک خط بکشد و بر جانب چپ دو خط بکشد. Bu tərəfə bir xətt, bu tərəfə iki xətt. Çün حرفی که در کلمه ابجده است و در مرتبه دوم است یک خط از برای الف که ترک کننده و خط دوم از برای حرف مقصود که با است
Və bəd az an burada deyirik ki, bu şeyləri, bu nə cür yazılır? Bu xətti şeyi ox yazını nə cür yazılır? Onu burada təlim verir. Məsələn deyir ki, B hərfi belə yazılır. Nun hərfi belə yazılır. Əlif hərfi belə yazılır. Mim hərfi belə yazılır. H beləsi və bu şəkildə bunları öyrədir. Cəlib budur ki, nun hərfinə 2 cürə yazıbdır. 1, 2, 3, 4. Burada da elə 1, 2, 3, 4. Bəli. Bu tərəfində də nunun 1, 2, 3, 4. Elə bu tərəfində də nun yenə 3, 4'dir. O şey istir deyək ki, deyək, be nami xudavənd can afərin. Bunu bu 2 sətirdə yazıbdır. Be nami xudavənd can afərin. Bəli, 2 sətiri ki burada görürük. Bu ox xətti ilə nə cür yazılır onu görsənir. Ondan sonra həkimi suxan در زبان آفرین. həkimi suxan در زبان آفرین. Bəli, indi öyrəndim. Bunu biz əks götürüb eləyə bilərik ki, buradan fikrim əks verdik ora. Verməsək də bir dənə tazaşdan salıb verərik. Baxım görüm əks vermişik ya yox. Çünki bu da çox önəmlidir. Ox hərfin oxumağa. Burada hardan baxacaqdıq? Gələcəkdik bura və burada yox, ondan əks salmamışıq, ondan bir əks salacağam. Bunu aha buradan bir əks salaq, bu calibdir və 2 dənə də möhür var. Əlbəttə möhürləri oxuya bilməz. Amma yenə də ərzişi var ki, bundan əks salaq və bunlara verək. Bu o kitabdan da yenə yaxşı oldu. Bir də buradan da bu 2 dənəyə də bunun əksinə bir də bunu qoymayacaqdı, bilirəm bunu. Bəli, qoymayacaq. Bunu ötürək keçsin. Bunu hamma verə bilərik. Və bunu da verək. Bu da qəbul elər ehtimalən. Tamam. İndi bu kitab bizim üçün çox önəmlidir və biz bunun yetişdirik bir önəmli bölümünə. Bu bölüm ki dedik bura hər halda o şey xəttləri öyrəndik və farsça idi. Bunu gördük. Aşağıda da bir şeylər, tozihlər yazıb onları oxumuruq. Gedirik burada kitabın içinə girək. Görək ki bu kitabın içi nə deyir bizim üçün. Haza kitab-ı tarixnamə az göftar şəkərbağ və bu Əbu Əli Muhammed ibn Muhammed ət-Tahimi ya Nahimiqə ki o farsi saxtı. Bu kim idi? Əbu Əli Muhammed ibn hangisidir bu Əbu Əli Muhammed? Əbu Əli Muhammed ibn Abdullah el-Bəl'əmi el-Vəzir. Onundur. Şəkərbağ Əbu Əli Muhammed ibn Muhammed ət-Tahimi. İndi bunu görürük nə mənədir? که او فارسی ساخته و جمع کننده تاریخ ابو جعفر ابن محمد ابن جریر ابن یزید الطبری رحمت الله علیه و رحمته burada bir şey yazıbdı. Nəməni tevfik burada, at-tevfik billah əlbəttə bir şey yazılıbdı. Sonra Bismillahirrahmanirrahim gedir indi Farsdanan, bu adam ki Farsdanan yazıbdı, onun tərcüməsinə. Bu bizim dilimizə də çox mühümdür dostlar. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin vel aqibetu lil muttaqin ve salatu ve selamu ala rasulihi Muhammedin ve alihi ecmaîn. سپاس و آفرین خداوند کامکار و کامرانغه و آفریننده زمین و آسمانغه چه آنگاه همتا و مانند yok و جفت فرزند yok و دستور و ارتاق yok همیشه بلغای و همیشه بارترور و آنın barlığına آفرینش نشانları پیدا turur ve bir kudek ve bir kudek
ve çoğunu toğun herni anda turur. Bu ehtimalen ben bunu qələt oxudum ve biro ve kudek ya okunur ama inanmıram. Ve çoğunu toğun tün ehtimalen gün ve tün. O kudek ne demedi? Gün o tün o herni anda oturur. Özünga ve aksa özünde baksang bilka özünga baksang bilgaysın anın aferinişi ga ta tanur özünde bu calipti. Özünga baksang bilgaysın anın aferinişi ka tanur turur anın sipasi birce bendelarga birce bendelarga peyda turur ve nimetleri bendelarga yayılgan turur ve spas gılalın ani bu yaxşılıklar ki ürbende ya öz bendelarga kılıp turur. ve durudu selavatu selam ol habibi ilahi ve mütteba padişahi sedri süffe sefa ve bedri xitte vefa. Burada bir kelime nokta apar beşiye ve nir ve neyir felek ve neyir feleki istifa Muhammed Mustafa sallallahu aleyhi ve sellem ki cehanila zinin serveri Cehanlarının serveri turur ve peygamberlarının cüzini ve Adem ferzendlarının Hazreti Adem'in uşaqlarının ve Adem ferzendlarının nazişi ve bendelarının nazi şefaat. İhtimalen burada bir kəlmə yazıb aparıb eşiyə. Acaba o ola bilər, yoxsa görmürəm kəlməni əlbəttə. Nazi şəfaət xahi turur. Büzürg gündə və İzad-i Teala'nın. Burada üstünə xət çəkilibdir. İhtimalen bir ayrı rəhdə olacaq, amma biz burada görmürük. Durudini anga və olad və əshabiğə ki her biri hidayet behrinin ve bidayet baninin fethi tururlar ve gılgı hanedaniğe ve gılgı hanedaniğe ve cüzidelarıge ve pesendidelarıge sürning ağazı yakin bil ki bu buzurcu tarih nameni kim cəm qılıb turur? Kim? Adın yazdı burada. Ebu Cafer yakin bil ki, burada yakin bil ki bu buzurcu tarixnaməni kim cəm qılıb turur? Ebu Cafer ibn Muhammed ibn Cerir ibn Yazid Təbəri rahmetullah aleyh. Burada yine o bu Farsça yazan bunu yazır ki kim bunu yazan bu değil. Rahmetullah aleyh ve rahmeten ve rahamehu Xurasan şehrida Ebu Salih Mansur ibn Nuh ferman verdi. Ebu Salih biz böyle yazmıştık. Ebu Salih ibn Mansur ibn Nuh ferman verdi. Or desturинceler bu Ali Muhammed ibn Muhammed Tahimiğe ki Cerir oğlunun bu tarixnamesini Farsi qıl andaq ki anga nuksan bulmağay. Pes itür ki anda nazar qıldım küp yani tamam küp elmilarında gördüm ve hüccetler, Kur'an ayetleri ve yaxşı eşarlar ve خوب emsallar ve peygamberler ve padişahların sergüzeşti ve küp faydalar gördüm. Bes tarixini ilitim, zeddü cehd kıldım ve Farsi ittim.
İzzədi Əzzə və Cəllinin tövfiqi bilan. İndi burada görürsünüz ki, bu adam da farsdır. Farsı dilə çevirir, təəssübü var farsa. Çünki Samanilərin də farsa təəssübləri var. Düzdür, zahirən türkdülər. Amma türk də olsalar özlərinə düşünməyiblər. Düşünüblər fars dilinə. Saman oğlu samanla gəlir, saman sözündən ehtimalən məncə belə gəlir. Amma farsda deyir ki, ciddi cəhd qıldım və onun üçün də bu farsı eləyə bilər ki, o Təbərinin sözlərin farsıya çevirə. Yəni burası da var. Yəni Təbəri də dedik ki, Təbəristanda olubduğu üçün adını deyiblər Təbəri. Bu da Samanilərdəndir ki, o bölgədə yenə də bir fars mehvərli, bir fars dil əsaslı bir hakimiyyətdir. Deyir ki, Farsi etdin İzzədü Əzzə və Cəllinin tövfiqi bilan və biz itük kim aləm ruzigarinin tarixini anda yad qılalın. Hər kim hər ni etib turur nücum əhlidin müsəlmandin cühudu qəbru güruhidinni kim etib. Burada bir şey yazılıb oxunmur. Məsələn, təəhhüd kimi olur, amma tururlar. Munda Xudayi Əzzə və Cəllinin tövfiqi Allah sözün xuda eləyir. Görürsə, farsça təəssübü olduğu üçün, müsəlman olduğu halda çalışır. Çünki şah orada fars dilinə əhəmiyyət verdiği üçün bu da hər şeyi farslıya çevirir. Xudayi Əzzə və Cəllinin tövfiqi bilan ki Adəm əleyhisselamın ruzigarı vaxtidin rəstəxiz vaxti ağacə necə turur. Cərir oğlunun kitabida bu hədis yox irdi. Aha, deyir ki, Cərir, yəni Təbəri, Cəririn oğlu, yəni Təbəri, o adı nə idi? İndi adı yadımdan çıxdı. Məhəmməd idi, ləbi. Məhəmməd Cərir Təbəri. Bəli, Cəfər Məhəmməd, Əbu Cəfər Məhəmməd, Cəfərin dədəsi Məhəmməd. Adı Məhəmməddir da hər halda. Məhəmməd Cəririn oğlu tururlar. Xudayi Əzzə və Cəllinin tövfiqi bilan ki Adəm əleyhisselamın ruzigarı vaxtidin rəstəxiz vaxti ağacə necə turur və Cərir oğlunun kitabida bu hədis yox irdi. Bu yoxdur Həzrəti Adəmdən şeyəcən, Nuhacan yoxdur. Biz yenə görsə tutuq, yəni görsək tutduq. Ta hər kim anga nəzər qılsa asanlıq bila yatqay ya bilqa, yatqay o kimin görsənir. Və billahi tövfiq andən biri tarix 927 Zilhəccə kitabın əslindədir. Bu adam tarixi 927 Zilhəccə İğacə bu kitabı Farsi irdi. Pəs bu adam kitabı 927'də biz dedik ki bu 928'də tərcümə eləyibdi. Haradaydı? 928'də Türkiyə tərcümə olubdu. Bu da deyir ki bir kitabı, bir tarix 900 ondan beri. İndi yəni burada ondan beri tarix 927 Zilhəccə İğacə bu kitab Farsi irdi. Bu kitab bu Zilhəccə 927'də Farsi olubdu. Farsıya çevrilibdi. Bir il sonra da Türkiyə çevrilibdi. Calibdir. Farsi irdi və bu zamanının padişahlarının təb'i Türkiyə mail kübrak deyir ki bu zamanda şey oldu. Yəni bu Samanilərlə eyni zamanda Türklər də türkçülük edirlər. Diqqət buyurun, burası çox önəmlidir. Bir də buranı oxuyayım, buranı dəqiq anlayaq. Ondan beri tarix 927 Zilhəccə İğacə
yetişincə, yəni iğac yetişmək, iğaca bu kitab Farsi irdi. Bu kitab Farsiyə çevrildi. Və bu zamanənin padişahlarının təbii Türkiyəyə mail kübraq, çox Türkiyə maildi, mail kübraq irdi. Bu məhəllidə Xosrov Cəmşid, Fərşah Xurşid, üzr istəyirəm. Bu məhəldə Xosrov və Cəmşid Fərşah və Cəmşid Fərşah sifət işlədir şaha. Bu məhəldə Xosrov və Cəmşid Fərşah Xurşid Mənzər Hafizi Bilad Allah Nasiri İbadullah El-Müzəffəri Ələl-Ə'da El-Mu'iddi Minəs-Səmai Xaqanil-Əzəm. Kimdir bu? Bunu yazaq. Xaqanil-Əzəm yazın mən burada. Xaqanil-Əzəm. Xanül Müəzzəm, Xanül Müəzzəm, Xanlar Xani, Xanlar Xani, Küçkünci, Xan, həman ki oxumuşduq adım. Xan xəllədəllah mülkəhuning, kiçik oğlu nur həqiqi xilafət, nur həqiqi bura göz, nur həqiqi xilafət və nuri həqiqi burada düşməyibdir, amma yenə xilafətə bənzədirəm. Ola bilər ki həlavət olsun məsələn, amma səltənət. Nur həqiqi xilafət və nur həqiqi yenə xilafət ehtimalən bilmirəm. Səltənət Cəhanbəstaninin Səltənət Cəhanbəstaninin külli Reyhan çəməninin bülbüli zərafət bağinin نازک نهالی لطافت جویینینگ آبی زلالی فصاحت ملکینینگ دانا حکیمی فقاهت شهرینینگ صاحبی کمال جهان جهان اقلیمینینگ امن و امانی عدالت اهلینینگ نوشیروانی سخاوت بحرینینگ دری خوش آبی اروش میدانینینگ اروش ehtimalən bilmirəm nə deməkdir. Uruş meydaninin sahibi qirani şahzade alemiyan احسن انسبی جهان قایم مقام سلیمان دارای زمان سکندر دوران رستم دستان شاه عالیشان عبداللطیف سلطان. Adı Əbdüllatifdir hər halda. Xanın kiçik oğlu kimdir adı? Əbdüllatif. O yüzdə yazmışdır. Əlbəttə burada da bir şey üçün yazıram ki Əbdüllatif Sultan. Adı elə budur. Əbdüllatif Sultan. خلد الله تعالی ملکه و سلطانه و افاظ علی العالمین بره و احسانه təklif qıldı kim? Təklif deyən pişnahad. Kim? Kişi Bulğay. Bir kişi tapın. Kişi Bulğay ki bu kitabını Türki qılğay. Bu fəqir həqir əddai əl-kitabdar. Özü əddai əl-kitabdar özün mərifə ilə təzəşmə axirdə demişdi. Vahidi aha burada o fars değilmiş ki deyir mən buna əlavə edirəm. Bu adam mütərcim ki Türkçədə o deyir ki mən bunu əlavə edirəm. İndi bildim. Çünki müqəddəmə yazır təzəşdən kitaba. Bir müqəddəmə yazır ki bunu ərəbcədən farscaya filan kəs tərcümə elədi. Mən də bunun olmadığını əlavə edirəm və beləsi. İndi o müqəddəməni biz oxuruq əslində.
təklif qıldı kim? Kişi bulğa ki bu kitabı Türki, bu kitabni Türki qılğay. Bu fəqir həqir əddai el-kitabdar. El-kitabdar değil, mən iştibah oldum. Bu fəqir həqir əddai kitabdar vahidi bəlxi Tengri Teala'nın tevfiki bilan, enbiya ve evliyanın imdadi bilan ve azizlarının himmeti bilan bir din istianet tilab hidmet kemerin can bilka bağlab ciddü cehdi bilan bu kitabını Türki kıldı. Ve Allahul ismeti ve billahil ismeti ve tevfik. Burada çok bir şey değil. Bakın deyir ki ve billahil ismeti ve tevfik. Günahsızlık, səhvisizlik Allah'adır. Deyir yani bunu yazmakla istəyir desin ki yani iştibah yaza bilərəm. Qələt yaza bilərəm. Hoppula bilərəm. İstəyir deyək ki yani məndə xəta yeri var. Mən xətasız deyiləm. Ola bilər ki kitabda xəta eləyəm. Hatta tərcümədə xəta eləyəm. Və billahil ismətü və tevfik bil ki, indi gəldə nücum əhli uzaq itular kim? Mən burada əzraq görürəm, amma ola bilər ki uzaq oxunsun. Bilmirəm, burada biraz qatışıqdır. Nücum əhli andaq itular kim? Andaq yəni ondan deyirlər ki nücum əhli andaq iturlar bilir ki etdi yani dedi iturlar yani dediler ki iturlar kim çün Aristoteles Aristo yani Aristo çün Aristoteles ve Buqrat ve ol üstadlar ki bar ikan tururlar nücum elminin xudavəndləriydin ki cün Tengri Teala Azze ve Cel'i ay ve gün yarattı ve bircə kəvakibni her biri öz yerida turub irdilar şərəf oylarida ta ferman geldi ittaq andaq ta ferman geldi andaq ki zöhəl turub irdi mizan burcuda 21 derece bilan ve müşteri 15 derece 21'i üstə ədədinə də yazıbdı. 15'i də ədədinə də yazıbdı. Həm hərflə yazıb, həm onu Zöhəl turub irdi mizan burcida 21 derece bilan ve müşteri 15 derece ra Səratan ve Merrix Səratan ehtimalen 28 ve Merrix 28 derece. Elbette Səratan orada olmadı. Derece da Səratan ve Merrix burcusu oxunacaqdı. Bəs müşteri 15 derece da ve Səratan ve Merrix 28 derecede Cüdey ve Şems 19 derecede Hamel ve Zühre 27 derecede Qəmər 3 derece tur. Burada biraz qaranlıq düşübdü. Yani Zöhər dağılıbdı. İhtimalen oxuması bila. İndi burada bir şey varmış. Derece şərq oylarida turub irdilar. Çün ferman geldi İzzet-i Teala'dan bircə yerka geldiler. Bircə yerka geldiler. Ve aleminin iptidası bu irdi. Ol vaxt tin yeri merkez. Tin dünya. Alem. Aleme Türkçe'de tin deyirmişler. Tin yeri merkez andaq cəm dilar. Pəs ehtimalen İdris peygamber yani. Aleyhisselamı gördüm ki o ilar
İdris üstə yazılıbdır. İdris əleyhissalam qolidin həm nucum təriqidin andaq iturlar kim Tengri Teala ikisin yarati kökta andusuz ve afetsiz gökta andusuz ve afetsiz veli hamlu cevzail yel larida irdilar. Pes bir ka gildilar 3 minat yıl burada 3000 yıl yerda irdilar. Afetsiz ve andusuz hastalık yok ve seratan ve esed ve sümbüle yıllarida zün yel mizanıga yetti bitlar bityalar ehtimalen bityalar yani bitirenler ve anduhu hastalık peyda buldi. Pes kiyumers peyda buldi. Ve iturlar ki iturlar değiller ve iturlar ki ol Adem irdi ve padişah buldi. Yerka ve suka ve giyahu kuka dikan. Şimdi burada yerka yer, suka su, giyahuka kalkan larga bilmem bu demeleri bilmedim. Yer, su, giyahu kukakan larga ve unga burada biraz qatışıqdır. Ona görə də çox da oxumaq olmur. Həm də fotokopu deyil. Mesela gedək o bir səhifəyə. Dostlar, kitab çox gözəl yazılıbdır. Mən bunu çox rahatca oxuram. Bir şey də mütəvəccüh oldum. O da budur ki, bir çox ədədləri həm hərfinə yazıbdır, həm də üstündə il ilə yazıbdır. Yəni ədəd ilə yazıbdır. Həm hərfinə, həm ədəd ilə yazıbdır. Bu onun daha doğru oxumağın təzmin edir. Məsələn burada Nuh ağaca 2200 ilik 6 yıl turur. 2256 mən ilik oxudum 50'ymiş. Orada da əvvəldəki ilik oxuyurduq. O mən 11 oxudum 50'ymiş. Kitabın əvvəlində 50'ymiş. Çünki burada indi ədədi yazdı. Orada yazmamışdı. Burada ədədi yazdı 2256. Calibdir ki, üstdəki xəttlər də bu xəttin yəni səfərin başındakı xəttlər də bu xətt ilə yazılıbdır ki, bu ədəd burada yazılıbdır. Tamam. Mən fikir edirəm ki, əlon 3 saatdan çoxdur ki biz öz-özünə qırılıbdır bu. 3 saatdan çoxdur ki qalır və YouTube'da da qırılıbdır. Hər nədən dolayı ehtimalən internet kəsilmişmiş, qırılıbdır. Onun üçün burada qutaraq biz yenə əgər bir iş çıxmasa, bir neçə saatdan sonra bu kitabı oxumağa davam edərik. Sağ olun, görüşmək üzrə, hələlik.